səbəbləri, antiterror tədbirlərinin Antiterrordan həyata əvvəl keçirilməsinin səbəbləri. 2022-də məsələn 2021-də məsələn deyək 2022-də qisas əməliyyatı olmuşdu. Ondan sonra da Gəl belə sentyabrda sistemləşdirək onda. Bax, deməli, məhz Ermənistan 2020-ci ildə imzalanan üçtərəfli birgə bəyanatın şərtlərini pozması, yəni bölgədə silahlı qüvvənin saxlamağa davam etməsi bir. Eyni zamanda burada yaratdığı xunta rejiminə davamlı olaraq əsgər, silah, texnika göndərməsi, sonra mühəndis istehkam qurğuları qurmağa cəhd göstərməsi, hətta nə həyata keçirmişdi burada? iqtisadi bir Konstitusiyamıza zidd olaraq qanunsuz nə həyata keçirmişdi? Qanunsuz prezident seçkiləri keçirilməsi və reinteqrasiya əhalinin, Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər dəfə mane olması, bizim haqqımızda dünya ictimaiyyətinə yalan xəbərlər, yəni imicimizə xələl gətirmək üçün yalan xəbərlər yayması, güya humanitar böhran yaşanır, bu haqda yalan xəbərlər yayması, bütün bunlar nəyə gətirib çıxardı elə? antiterrora gətirib çıxardı. Antiterroru gətirib çıxardı. İndi sənin dediyin Avtomobil Yolları Dövlət Agentliyinə məxsus olan nəqliyyat vasitəsinin sıradan çıxarılması, hərbi qoşunlar daşıyan nəqliyyat vasitəsinin məhv olması bu 2023-ün sentyabrın 19-da düşmənin həyata keçirdiyi, belə deyək də, o minanın partlamasının nəticəsi idi. Əslində bu mina əvvəlcədən qurlaşdırılıb və bu minanın partlamasının nəticəsində artıq bizdə bu terror nəticəsində elə 2 nəfər mülki şəxs, 6 nəfər də Azərbaycan vətəndaşı ümumiyyətlə həlak oldu. Bununla da biz bu terrora cavab olaraq neynədik? Antiterror əməliyyatı başlayır. Aha, antiterror əməliyyatı başlayır. Onda deyə bilərikmi ki, antiterror nəticəsində, məsələn, Xocavənd ərazisində sülh məramlıların nəzarət zonasına yerləşən radiolokasiya sistemi sıradan çıxarıldı. Bəli, deyə bilərik. Demək ki, buradan nə ortaya çıxır? Demək, Rus sülh məramlıları Xocavənd ərazisində məskunlaşıbdır, onların radiolokasiya sistemi orada yerləşibdir, o sıradan çıxdı. Antiterror nə qədər çəkdi? Antiterror deməli 23 saat deyəsən 43 dəqiqə. Aha, və bu onda antiterrorun nəticəsində elə, tədbirlərin nəticəsində oldu. Hansı ərazilər düşməndən azad olundu? Deməli, Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, bir də Ağdərə azad olunub. Aha, deməli bu ərazilər vətən müharibə, bax bu ərazilər antiterrora qədər, vətən müharibəsindən sonra antiterrora qədər kimlərin nəzarəti altındaydı? Ermənilərin də hələ azad Yox, olunmamışdı. Rus sülh məramlıların nəzarəti altındaydı. Aha, yaxşı, onda ardından deyirik ki, və təbii ki, burada nə yaradılmışdı? Erməni deyirsən ona nöqtə edelim. Burada nə yaradılmışdı elə? Erməni Qondarma erməni dövləti neçənci ildə yaradılmışdı? Qondarma 2020-də 19-da yaradılır. Yox, qondarma erməni dövləti xunta rejimi nə vaxtdan yaradılmışdı? Qarabağ, Dağlıq Qarabağ Respublikası. Elə aprel döyüşlərindən sonra Yox, xunta rejimi əvvəl yadına sal bir dənə hansı ki biz dedik, biz DQMV-nin statusunu ləğv edirik. Onlar bundan əvvəl nə yaratmışdılar? 89 idi nə? 91-in sentyabrında. Onlar 91-in sentyabrında bu xunta rejimini yaratdılar. 91-in sentyabrında. Biz bu xunta rejimini 2023-ün sentyabrında keçirdiyimiz antiterrorla artıq onun buraxılmağına nail olduq. Deməli, həmin xunta rejimi yaratdı 91-in sentyabrı, 2023-ün sentyabrında isə buraxıldığı elan olundu. Sentyabrdan yadda saxla, 91-2023. Ümumiyyətlə, Günəş, gəl bir dənə sistemləşdirək. DQMV nə vaxt yaranıbdı? DQMV yaradıldı 1923 iyulun 7-sində idi. Aha, və DQMV nə vaxt ləğv olundu? Deməli, sentyabrın 91 sentyabrdır. Gözlə. Bax, DQMV var, Dağlıq Qarabağ Muxtar Respublikası var. DQMV Respublika deyil, Dağlıq Qarabağ Muxtar vilayətidir. O 23-də yarandı. 1991-in noyabrında biz DQMV-nin statusunu ləğv elədik, tanımadıq. 91-in noyabrı idi. Amma qarşılıq olaraq da Qaracənd faciəsi törədilmişdi, yoxsa onlar yox. Qaracənd faciəsi törədilir, biz də buna cavab olaraq DQMV-nin statusunu ləğv edirik. Amma onlar da Dağlıq Qarabağ Respublikasını yaradırlar sentyabrda, yəni bu DQMV-dən əvvəl. Bu da deyirlər ki, biz ümumiyyətlə buranı respublika elan edirik. Biz ona cavab olaraq 91-in sentyabrında Müdafiə Nazirliyi yaradırıq. Yadına düşdü?
Bəli, düşdü. Sentyabr ayında. İndi deyirik ki, o hissəyə bir dənə diqqət eləyərsən 91-ci ildə olan hadisələrə. Oxuyurdum. Bunlarla da yadımda qalmır bu hissələr. Çünki bu hissələr biraz qarışıq hissələrdir, tez unudulur. Ona görə onlara bir dəfə göz gəzdirərsən. Yaxşı, bəs onu deyirik ki, elə indi həmin o 91-də yaradılan həmin Dağlıq Qarabağ Respublikası 2023-ün antiterrorunla ləğv olunmuş olur. Yəni buraxılır. Buraxılır 2023-ün antiterrorunla, amma tamamilə bütün dövlət qurumları, təşkilatların ləğv olunmağını nə vaxt aid eləyirik? 2024-də Deməli yanvarın onda birində deyil. Qarabağda qanunsuz erməni hakimiyyəti nə vaxt sonlandı? 2024-dən tamamilə bitdi deyə Bəli, bilərik. Yoxsa yanvarından tamamilə bitdi. Deməli bu antiterror tədbirlərinin nəticəsində deyə bilərikmi ki, ermənilərin yeni bir erməni dövlət qurmağa cəhd eləməsinin qarşısı alındı? yeni bir Bəli, deyə bilərik. Bəli, deyirik. Qarabağ problemi birdəfəlik həll olundu deyə bilərikmi? Bəli, bundan sonra bir dəfəlikdir. Doğrudur. Keçmiş Sovet respublikaları içərisində Hı hı. hansı dövlətdir ki, suveren hüquqlarını ilk dəfə təmin edibdir? Azərbaycan Respublikası. Azərbaycan Respublikası doğrudur. Elə Azərbaycan neçənci ildən sonra Azərbaycan Respublikası adlandırılıbdır? 91-18 oktyabr müstəqillik bərpa olunandan sonra. Deməli, respublika ifadəsi 91-ci ilin hansı ayındandır? Sovet sosialist sözü götürülür, Azərbaycan 5 Respublikası. fevralda. Ay yaşa. 5 fevral. Amma artıq müstəqil Azərbaycan Respublikası tam olaraq aktla təsdiqini tapılıb və 3-cü Respublika dövrü neçənci ildən 18 başlayır deyiriksə, bəli, 18 oktyabrdan doğrudur. Nə zaman deyirik ki, ordumuzun bölmələri Xankəndinə daxil olurlar? 2-ci Qarabağda deyirsiniz də yəqin ki. Xankəndi 2-ci Qarabağda da görəsən. Yox, 1-ci Qarabağdadır. Xankəndinə Yox, daxil olur. ordumuzun, bizim ordumuzun bölmələri antiterroru nəzərdə tutur. Antiterrorda müəllim də elə şeydə başlayandı 2023-cün sentyabrında. Bax Günəş, 2023-cün sentyabrında Xankəndi azad olunmuş. bax biri var, biz ora məsələn pualar göndəririk, onlar təslim olurlar. Bu kimi keçir əməliyyat. Bir də var ki, bizim ordumuzun bölmələri ora daxil olur. Ordumuzun bölmələri Yəni artıq daxil azad olunmuş da. 13-23. yox. Bax 2023-cü il, 23-ü düz deyirsən. Amma konkret günü var ki, ordumuzun bölmələri nə zaman Xankəndinin özünə daxil oldu. Oktyabrında olar. Oktyabrın 4-ündə. Yəni və bununla da elə o Bako Saakyan idi, eyni zamanda Arayik Artunyan idi. Bunlar həbs olunurdular. Ordumuzun bölmələri də bura daxil olurdular. Elə deyirik ki, onda bəs nə zaman görəsən Xankəndi meydanında üçrəkli bayrağımız sancıldı. Eyni zamanda da Xankəndinin ardından da Xocalı, Xocalat, Ağdərə, Əsgəranda. 2023 oktyabrın 15-də üçrəkli bayraq Bəs dalğalanır. nə zaman BMT nümayəndələri işğaldan azad olunan ərazilərə səfər elədilər? Deyək. Bu oktyabrdan əvvəl olur da, yox deyək, daxil olur. Zəfər paradı keçirilir noyabrda Xankəndində 2023-cün Günəş, noyabrında. bax, elə bil ki, biz antiterroru həyata keçiririk. Antiterroru həyata keçirəndən sonra tədbirlər görürük. Birinci, harada görüşlər keçirilmişdi antiterrordan sonra? Yevlaxda dedik. Yevlax və Xocalıda. Ay yaşa. Yevlax və Xocalıda görüşlər keçirilir. Və bundan sonra deyirik ki, məsələn, Qarabağ ərazisində yaşamayan şəxslər istisna olmaqla mülki erməni əhalisinin təhlükəsizliyinə, hüquqlarına təminat veririk. Yəni biz mülki erməni əhalisinə təminatlar veririk. Eyni zamanda həmin mülki erməni əhalisi istəyərsə, yəni bizim qanunlara tabe olarsa, vətəndaşlıq üçün də müraciət eləyir. Bunun üçün elektron müraciət üçün reinteqrasiya saytı yaradılır. Amma bundan sonra görürük ki, məsələn, ermənilər davamlı bizə o informasiya müharibəsi deyirik də, davamlı bizi güya ki, pis təqdim eləmək istəyirlər axı. Onunla bağlı bizi güya etnik təmizləmə edirik onlara qarşı. Amma ona biz zərbə vururuq. Nəylə zərbə vururuq? Həmin o BMT təşkilatı, BMT nümayəndələri işğaldan Xankəndinə girməmiş BMT qoşunu, BMT nümayəndələri gəlir də onlara. Səfər eləyir. Bu səfər zamanında nəyi görürlər? Mülki obyektlərə zərər vurulduğunu görürlər, insanlara həlak olduğunu. Vurmuşuq. Biz yox da, yəni ermənilər vurubdur. Yəni onlar Xankəndinə gedirlər və Xankəndinə gedəndə görürlər ki, biz heç bir obyektə, xəstəxanaya, məktəbə zərər vurmamışıq. Və buna görə də, yəni ziyan dəymədi yaxud da bəyanat yayırlar. Bununla da ermənilərin etnik təmizləməsinə böyük zərbə vurulur. Elə bunun ardından da ordumuz, yəni 1 oktyabrda bu baş verib, 4 oktyabrda ordumuz Xankəndinə daxil olubdur. Yaxşı, bəs onda elə Xankəndində zəfər paradı nə vaxt keçirilibdir?
Noyabrda Zəfər paradı keçirdi. 8 noyabrda. 8 noyabrda, doğrudur. Bundan sonra deyirik yerlə nə zaman bəs Qarabağ və Moik idman komandalarının iştirakı ilə Azərbaycan kuboku keçirildi Xankəndində. 2023 dekabr idi bu sonunda. Bəli, doğrudur. Elə ondan sonra deyirik ki, məhz nə zaman növbədənkənar prezident seçkiləri keçirildi Xankəndində. 2024-cü il fevralında da keçirilir. Bayram tonqalı. Martda, 2024 martında. Elə 2024-ün martında deyirik ki, Xankəndi mərkəzi meydana nə adı verilir? Zəfər meydanı adı verilir. Aha, deyirik ki, bu Rus sülh məramlar burada yerləşdisə, ta Rus bizi işğal edəcək, heç çıxan deyirlər, amma buna da zərbə nə vaxt vuruldu, nə vaxt Rus sülh məramları Azərbaycanı tərk elədi? Razılıq deməli 2024-ün aprelində əldə olunur. Amma 2000 apreldə çıxmırlardı onlar. Deyəsən yayda çıxırdılar. 2024 il həmin ilin yayında. Yayında çıxırlar, doğrudur. Bir də 2024-ün aprelində Azərbaycan-Ermənistan razılaşması olmuşdu. Buna əsasən hansı ərazidən kəndlər geri qaytarılmışdı? Hansı Sevinç müəllimə? Qazax deməlmi? Bəli, Qazax Qazaxın 4 kəndi geri qaytarılmış. Demək 2024-ün aprelində Qazaxın 4 kəndi geri qayıtdı. Təkrara Günəş. 2024 aprelində Qazaxın 4 kəndi geri qaytardı. Aha, yaxşı. Onda davam edəsək. Arzu, nə zaman deyirik ki, İlham Əliyev Azərbaycan Respublikasının 14 iqtisadi rayondan ibarət yeni bölgə haqqında fərman imzaladı? 2021 yox. 2021-də idi, 7 iyulda. 21-in 7 iyulu, doğrudur. Deməli 1923-ün 7 iyulunda DQMV yaradılmışdı. Yəni Dağlıq Qarabağ Muxtar Vilayəti adı ifadə yaranmışdı. Amma indi 2021-in 7 iyulundan İlham Əliyevin imzaladığı bu sərəncama əsasən Dağlıq sözünü atdıq, ümumi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları təşkil olundu. Bununla da Dağlıq Qarabağ ifadəsi tarixin arxivinə göndərildi. Demək, nə zaman Dağlıq Qarabağ ifadəsi tarixin arxivinə göndərildi? 2021 7 iyulda fərmanla. Fərmanla. Demək, buna əsasən nə yaradıldı? 14 Azərbaycan Respublikasının 14 iqtisadi rayondan ibarət, deməli yeni bölgü təsdiq edilir. Qarabağ iqtisadi rayona aiddir. Ağcabədi, Ağdam, Şuşa, Bərdəm, Xankəndi, Füzuli, sonra Xocalı, Xocavənd, bir də Tərtər. Əla, Bərdəni də dedin də doğrudur. Bəs Ağdərəni də dedinmi? Ağdərən demədim. Çünki köhnə kitabdan oxuyursan. Bax, 2023-cü ildən etibarən Ağdərə rayonu yaradılıbdır. Bir hissəsi Tərtər, bir hissəsi deməli elə Kəlbəcər, bir hissəsi də hardan alınmış torpaqlar hesabına? Ağdamdan, Tərtərdən. Aha, bir də Kəlbəcərdən almış torpaqlar hesabına Ağdərə bərpa olunub 2023-cü ildən etibarən. Həmin Ağdərə də Qarabağ iqtisadi rayonuna daxildir. Deməli, belə yadda salaq. Xının kubu, yəni Xankəndi, Xocavənd, Xocalı, təbii ki, Şuşa, Ağdam, Ağcabədi, Ağdərə, Bərdə, Tərtər. Bunlar aiddir, eyni zamanda da Füzuli. Bunlar aiddir Qarabağ iqtisadi rayonuna. Bəs Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilər hansılardır? Şərqi Zəngəzurda Laçın idi, elə Zəngəzur. Bax, Şərqi Zəngəzurda necə deyirdik? Kənardakı ərazilər. Yəni, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı. Kəlqız deyirdik, ha, Kəlqız. Yəni, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Aha, demək onda bunlar da 5 dənə ərazidə daxildir Şərqi Zəngəzur iqtisadi rayonuna. Yaxşı, bəs işğaldan azad olan ərazilərdə quruculuq tədbirləri var idi. Elə desək ki, Prezident İlham Əliyevin elə iştirakı ilə ilk istifadəyə verilmiş infrastruktur layihəsi nə olubdu? Laçındakı deyirdi o, 2021-də. Elektrik nə idi onun adı? Güləbit su elektrik stansiyası 2021-in fevralında, bəli. Deməli 2021-in fevralı, gözən 21-in ilk aylarıdır. Deməli ilk istifadəyə verilmiş infrastruktur layihəsidir. Bəs yaxşı, deyirik ki, onda nə zaman Qarabağ Dirçəliş Fondu yaradılmışdı? 2021-də. 2021-ci ilin yanvarında. Deməli nəyə diqqət eləyək? Biri var Qarabağ Dirçəliş Fondu, biri var
2020-də yaradılan fond. Bu hansı idi? Yaşad fondu. Yaşad 2020. fondu. Bax elə bir şəhidlərimizə, ölənlərimizə biraz dəstək üçün Yaşad fondu daha tez yarandı. Demək o 2020-yə aiddir. Amma Qarabağ Dirçəliş fondu 2021-ci ilə aiddir. Qarabağ Dirçəliş fondu nə üçün yaradılıb görəsən? Bu quruculuq işlərinə görə bu Bəli, quruculuq işlərinə görə doğrudur. Ümumiyyətlə biz Qarabağ yəni belə deyək də müharibəsi, Vətən müharibəsində ərazilərimizin çoxunu azad elədik neçənci ildə? 2-ci Qarabağda Yəni neçənci ildə? 2020-də, Bəs nə zaman orada quruculuq işləri gördük? 2021-də, Bəs nə zaman köçdük? 2023-də, Yox. yox, Niyə 2022-də. ardıcılığı 2022. pozma? Demək 20-də bir çox ərazisini təmizlədik, 21-də qurduq, 22-də köçdük. Yəni ilk köç 22-dən başlayır. Elə ilk köç hara olmuşdu? Zəngilan idi, Ağıllı kənd var idi orada. Aha, Ağalı kəndinə 60 ailə köçürülmüşdü, doğrudur. Yaxşı, onda desək ki, bir də bəs nə zaman hansı ərazilərin deyirik ki, baş planı alınmışdı ermənilərdən? Baş planı. Belə deyək də baş Füzuli. planı deməyimi? Yəni nəyi demək istəyirəm? Yeni baş planlar ümumiyyətlə belə deyək də hazırlanaraq prezidentə təqdim olunmuşdu. Bunlar Vətən müharibəsindən sonra idi. İndi demək istədiyim bəli, mina xəritəsi. Yəni hansı ərazilərin, hansı rayonların xəritəsi alınmışdı, Ermənistandan təhvil alınmışdı, Vermişdilər onu. Bir vermişlər. Faz deyə yadda saxla, faz. Yəni Füzuli, Füzuli, Ağdam, Zəngilan. Zəngilan. Aha, demək bunların xəritəsi Ermənistandan təhvil alınır, amma versələr də burada qəsdən nəyə yol vermişdilər? Səhvliklərə Səhvliklərə yol. Elə bundan sonra görürük ki, müharibədən sonra nə qədər vətəndaş həlak olurdu. ölürdü. minaya düşmüşdü, doğrudur. Yaxşı, onda Nigar müəllimə qoşula bildiniz? Nigar müəllimə qoşula bildiniz? Yaxşı. Sevinç müəllimə deyirik ki, Azərbaycan və Türkiyənin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı nə zaman oldu? 2021-ci ilin oktyabrın 26-sı müəllimə. Ha, Füzuli Beynəlxalq Hava Limanı ümumiyyətlə Vətən müharibəsindən sonra necə bir limandır? Bu dövr üçün Füzuli Hava Limanı nə adlandırırlar? Qarabağın qapısı adlandırırlar onu. Aha, bəs görəsən 1-ci Qarabağ müharibəsi dövründə hansı ərazi yeganə mülki hava limanı orada yerləşirdi? Xocalıdaydı müəllimə. Doğru. Xocalı. Müəllimə 2021 Füzuli Hava Limanıdır. Bəs 2022 Zəngilan hava limanı oktyabrın 20-si, 2025-də də Laçın hava limanı. Aha, doğrudur. Demək Kəlbəcərdə isti su mineral su doldurma zavodunun açılışı nə vaxt olmuşdu? Ha, o Kəlbəcərdə idi. Yəqin müəllim Kəlbəcər azad olunandan sonra da 22-də 22-də onun təməli qoyulubdu. Təməli qoyulub 22-də, düz dediniz. Amma onun açılışı 2 il sonradır. Yəni nə vaxtı? 24-də. 2024-cü ildə, doğrudur. Yaxşı, onda Özbəkistan maliyyə dəstəyi ilə hansı məktəbin dediyi ilə açılışı olmuşdu? O Füzuli rayonunda Uluqbəy adına orta məktəbin açılışı 2 prezidentin iştirakı ilə olmuşdu. Aha, bəs Laçında 2 nömrəli məktəbin açılışı nə vaxt olubdu? Laçında yəqin ki müəllim 23-də olmuş olardı, 22-də Deməli, şəhər əvvəlcə qaytarılıb. onda bax belə yadımıza salaq da. Laçın şəhərinə böyük qayıdış nə vaxtdı? Laçın şəhərinə 2023-cü ilin may ayının 28-də. Ay, sağ olun. Bəs yaxşı, onda Füzuliyə qayıdış nə vaxtdı? 2023-cü ilin avqust ayında. Demək, Füzulidə elə məktəb nə vaxtdı? Füzulidə məktəb 23-cü ilin sentyabrında. Elə avqustunda əslində burada təməli qoyulmuşdu. Yəni elə köçdən sonra. Sentyabrda da təbii ki, məktəb başlayıbdı. Yaxşı, deyirik ki, bir də müəllimə, Zəfər yolunun açılışı nə vaxt olmuşdu? Zəfər yolunun açılışı 2021-ci ildə olmuşdu müəllimə. 21-in 21-ci hansı ayında? 8 noyabrda Nə deyəsən. məqsədlə açılmışdı? O elə bil ki, ordumuzun yəni işğaldan azad etdiyi yollardan keçdiyi xətti də yolu tarixləşdirmək üçün. Hansı ərazidən keçirdi? Xankəndi, Xocavənd, Xocalı, Şuşa. Aha, deməli Xankəndi, Xocalı, Xankəndi var idi, yoxsa
Xocalı, Xocavənd, Şuşa, Füzuli. Hə, Şuşa, Füzuli. Mən Füzuli onda Xankəndi mənim. Xankəndi yox, Xankəndi əvəzinə Füzuli mənimə. Xocavənd, Xocalı, Şuşa, Füzuli. Aha. Aha, Xoca, mən səhv saydım onda yəqin. Hə. Aha. Bir dənə deyin, təkrarlayın, qoy möhkəmlənsin. Demək, Xocavənd, Xocalı, Şuşa, Füzuli. Ay, sağ olun. Rayonlardır da, doğrudur. Burada deyirlər ki, Xankəndi bizdə deyildi hələ, onda elə yadda saxlayın. Hə, ona, amma elə yadda saxlasaq Xocavəndlə Xocalı da bizdə deyildi axı. Hə, müəyyən əraziləri bizdə idi də, həmin o Amma ən ərazilərdən. azından, məsələn, Xocavəndin hansı ərazisi bizdə idi? Hadrut. Hadrut, doğrudur. Yaxşı, bir də gəlsək, nədən? Desək ki, elə Heydər Əliyev fondu nə vaxt yaradılıbdı? Fon 2004-də. Məqsəd nə idi? Yəni Heydər Əliyevin irsini tanıtmaq, sonra deyək ki, nətər deyim sizə, tarixləşdirmək bu mirasa. Bəli, O yəni dövlət yiyənlərimizi yeni nəsillərə çatdırmaq, elə Heydər Əliyevin xatirəsini belə deyək də, əbədiləşdirmək, doğrudur. Yaxşı, bəs müəllimə, elə 2004-cü ildə İlham Əliyev xarici siyasətdə nəyin əsasını qoydu? Bu mənim hücum diplomatiyasına keçir də, Aha, mən bilən yerə. doğrudur. Elə prezident sərəncamıyla hər il şəhərdən işğal olunan ərazilərin günləri təsis olundu. Bu neçənci ildə bu qərar verildi? Bu 2023 idi mən bilən. Elə buna Birincisi də uyğun elə, olaraq da harda hansı şəhər günü keçirildi? elə 2023-cü ilin avqustunda Laçın şəhərində. Yəni Bəli, işğaldan Laçın azad. şəhəri günü, doğrudur. Onda deməli, Laçın rayonunun azad olunması var, Laçın şəhərinin azad olunması var. Desək ki, Laçın rayonu nə zaman işğaldan azad olunur? Laçın rayonu 2020-ci il dekabrın 1-də azad Vətən oldu. müharibəsi dövrünə aiddir, aid deyil. Xeyr müəllim, vətən bəyannamədən sonra Aid, sağ ol. dekabr ayı. Bəs Vətən müharibəsinin nəticəsində azad olmuş ərazilərə aiddirmi? Nəticəsində xeyr müəllim yendi. Niyə müəllimə? Var, hə müəllim. Yəni nəticədə də Vətən müharibəsinin nəticəsində azad olundu, amma dövrünə aid deyil. Yaxşı, bəs gedişatına aid deyil. Bəs desək ki, onda Laçın şəhəri nə vaxt artıq ordumuzun sərəncamına keçdi? Şəhər 2022-ci ilin avqustun 25-dən 26-sına keçər. Elə buna uyğun olaraq Laçın şəhəri günü nə vaxtdan qeyd olundu? Buna uyğun olaraq 2023-cü ilin avqustunda. Ay yaşayın. Bəs Avqustun Laçında 25-i deyirik Həkəri çayı üzərində nə yerləşdirilmişdi? Həkəri çayı üzərində keçid məntəqəsi, yəni bizim orduya məxsus. Ay sağ ol, o nə vaxt idi? O da 23-cü ildə müəllim. 23-cü ilin aprelində, doğrudur. Bəs yaxşı, desək ki, elə nə zaman gördük ki, Laçında beynəlxalq hava limanı tikildi? Tikildi 25-ci ildə təhvil verildi də müəllim. Orada 3 prezidentin iştirakı ilə açılışı oldu. Tam başa çatdı, doğrudur. Aha, bəs böyük qayıdışa dair dövlət proqramı neçənci illərə əhatə eləyir? Qayıdışa aid proqram qəbul olmuşdu 2022-ci ilin noyabrında, amma ilk qayıdış olmuşdu 22-ci ilin iyununda. Proqram ki, 22-dən neçəyə qədər olan illərə əhatə eləyibdi? Proqram 22-26-cı illər deyil müəllim. Bəli, 22-26-cı illər, doğrudur. Yaxşı, bir də gəlsək onda, elə nə zaman Xocalıya köç başladı? Xocalıya köç 2024-cü ildən, may ayının 28-dən, yəni ilk köç onda baş veribdi. Ay sağ olun. Bəs Şuşaya köç? Şuşaya köç o müəllim 24-cü ilin mayın 8-i. Bəli, 24-8 mayda, doğrudur. Yaxşı, onda davam edəsək. Deməli desək ki, komissiya nə vaxt yaradıldı? Təhsil sahəsində islahatlar üzrə 98-də. O Heydər Əliyev prezidentlik dövründə idi. neçənci prezidentlik dövründə təhsil islahat proqramı təsdiq olundu? Təsdiq edilməsi 2-ci prezidentlik dövründə düşür. Aha. Və nə zaman deyirik ki, magistratura üzrə ilk qəbul elan olundu? O da Heydər Əliyevin dövründədir mənim. Bilirəm Heydər Əliyevin dövründə, amma indi onun neçənci prezidentlik olmaq üçün ilini deməliyik. Magistraturaya qəbul yox, 2000 yox,
97-ci ildə. Demək, təhsil 97. pilləsinə magistratura üzrə iç qəbul nə vaxt keçirilibdi? 97-də. 97-ci ildə. Milli Qurtuluş gününün elə bil sonra başlayıb da 97-də. 15 iyuldan sonra. Eee, Sayıram 15 97 iyun ilə neçənci ildə Milli Qurtuluş günü oldu? iyunda elə bil Milli Qurtuluş günü 97 götürmüşdü. Elə bil keçən dəfə mən oxuyanda 97 yazmışdım mənim. Yəni 1997-də. neçənci ildən biz qurtulduq? Qurtulmamız Heydər Əliyevin birinci prezidentlik dövrünə Yox, düşür. prezidentliyi yox. Elə onun Ali Sovetə rəhbərliyi dövründən. Yəni Rəhbərlik 93-cü ilin 15 iyunda sizin dediniz. Yəni bu rəhbərliyi dövründən artıq biz deyirik ki, bizim üçün qurtuluşdur. Bəs nə zaman dedik Heydər Əliyev birinci dəfə prezident oldu? 93-dən. 93-ün oktyabrından. Bəs nə Oktyabrından. zaman deyirik ki, elə Milli Qurtuluş günü kimi təsis olundu? Yəni bu gün elan olundu Milli Qurtuluş günü. 97-də. Ay sağ ol. Qeyd edilməsi Yəni 97-də. ona fikir verin də. Biri var müəllimə. Milli Qurtuluş, bizim Milli Qurtuluşumuz, Milli Qurtuluş 93-dür. Amma bir də var ki, onun artıq gün kimi təsdiq olunmağı. O bayaq deyildi ya, Laçın məsələn günlərin təsis olması haqqında qərar var, o günün keçirilməsi var. Bunlara da fikir verərsiniz. Yaxşı, bəs deyirik ki, həm də müəllimə, nə zaman Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradıldı? Bax, bu da düşən hissələrdəndir. 92-də var idi. DİM. 92-də var idi bir mənim. Neçə? 92-də. Yox. Deyin Nigar müəllimə. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız. 2016-cı ildə. Bəli, 2016-cı ildə. Demək, 2016-cı ildə DİM yaradıldı. Bəs nə zaman TQDK yaradılmışdı? 92-də mənim. 92-ci ildə, doğrudur. Elçi bəyin dövründə. Elçi bəyin dövründə. Günəş buradadırmı? Buradayım müəllim. Aha, Günəş də görüm Elmlər Akademiyası, Azizin SSR Elmlər Akademiyası neçənci ildə yaradılıbdı? Yaradılıb 45-də. 45-in hansı ayında? Qasimovda başçılıqdır. 45-in martı idi. Mart idi. 40-cı illərin birinci yarısı yoxsa ikinci yarısı? İkinci yarısıdır. İkinci yarısı. Yaxşı, onda 45-in martında yaradıldı. Bu Azizin SSR Elmlər Akademiyası idi. Bəs nə zaman həmin Elmlər Akademiyası Milli Elmlər Akademiyası adını aldı? Yəni AMEA-nın yaradılması. Bəli. 2003-də deyilə onu. Yox, yaradılmasını hələ bir başda Deyəcəm. 2001, deməli 15 2001-də. may, 2001 15 mayda AMEA adlanmağa başlayıb. Mayını da bilməliyik ha. 2001-in may ayı. Aha, bəs nə zaman deyirik ki, həmin AMEA-ya Elmi Tədqiqatların Əlaqələndirmə Şurası, yəni belə deyək, bir sıra fəaliyyət əlavə olundu və Elmi Tədqiqatların Əlaqələndirmə Şurası yaradıldı. Yəni bir çox işlər AMEA-ya həvalə olundu. Neçənci ildə? 2003-də. O 2003-dür. Demək onda bir də vacib məsələlərdən biri nədir? Azərbaycan dilində Latın qrafikası və kütləvi nəşrlərin keçirilməsi haqqında sərəncam nə vaxt imzalanıbdı? Elə bu da 2003-də idi. 2004-cü ildə. Deməli, Milli Ensiklopediyanın Latın qrafikasına keçirilməsi haqqında, nəşrlər haqqında sərəncamlar nə vaxtdır? 2002. Mən möhtəzə içərisində 2002 vermişdim. Köhnə kitabdadır, unut. Onu unut, denə köhnəsən, indi 2004-dür. Çünki bax orada deməli İlham Əliyevə aid eləyibdi. Axı İlham Əliyevə aid 2002 nətər verə bilər sərəncam? İlham Əliyev prezident olmamış sərəncam ola bilməz axı. Deməli bu 2004-cü ildədir. 2004, bəs nə zaman deyirik ki, Elmi Tədqiqatlar Əlaqələndirmə Şurası yaradıldı? Bu da 2003-ün yanvarında. 2003-cü ildədir, doğrudur. Elm haqqında qanun nə vaxtdır? 2016. 2016. Elə DİM publik hüquqi şəxs nə vaxt yaradıldı? 97. Günəş, DİM publik hüquqi şəxsi nə vaxt yaradıldı? DİM. Bir dəqiqə 92-də TQDK yaradıldı. Bir dəqiqə mənim beyinim. 92 TQDK yaradıldı. Bəs DİM publik 97 magistratura üzrə iç qəbuluydu. 2016 mənim, 2016. 2016. Aha, yaxşı. Bəs Zəngilan Ağalı kəndinə deyirik ki, məktəb istifadəyə nə vaxt verilmişdi? Zəngilan Ağalı kəndi 2022-də idi bu. Yoxsa yox 2022-də Zəngilan hava limanı idi 2022 oktyabrında. Burada Ağalı kəndində böyük qayıdış idi, orada məktəb. Bax, biri var idi Zəngilana köç, bir də var idi o da məktəbin istifadəyə verilməsi.
Yəqin 2022-dən sonra olar da. Ümumiyyətlə nəyə fikir Orada verək? Elə bil ki, orada qardaş olar. köç nə vaxtısa, Hı. məktəbdə Elə həmin həmin il vaxta uyğun sentyabrda. düşür də. Demək köç 2022-də. 22-dir, elə 22-də də məktəbdir. Məsələn, Füzuliyə köç nə vaxtdır? Füzuli hava limanı 2021-dir. Füzuliyə köç 2023-ün avqustu idi. Demək 23 köçsə elə 23 məktəbdir. Laçına köç nə vaxtdır? Laçına köç 2023-də idi, ilk böyük qayıdış. Deməli elə Laçında Oradakı məktəbdə nə vaxtdır? 2023. 2023. Zəngilana köç 2022-dir də. Hə, elə demədik. 2022 dedim axı. Hə, Zəngilana Aşağıdan 2022. yazmayın da, xahiş edirəm, fikirlərim qarışır. Hə, 2022-dir. Yaxşı, onda ay Günəş, deməli təhsil islahat proqramı nə vaxt təsdiq olundu? Təhsil islahat proqramı. Təhsil islahat proqramı. Köç iyul, köçlər ümumiyyətlə yay ayıdır. Məktəb sentyabr. Təhsil islahat proqramı var. Təhsil haqqında qanun var. 99-da proqramdır. 99 proqramdır, amma 99-da. qanun Tamı isə bir gün, yəni bir il əvvəl olardı. 98-də də proqram idi. 99 proqramdır. 98-də komissiyadır, 99-da proqramıdır. Bəs təhsil haqqında qanun? Təhsil haqqında qanun səsiniz qırıldı. Bəli, bəli. 2009-da. 2009-cu ildə. Bəs təhsilin inkişafı dövlət strategiyasına vaxt qəbul olunubdu? 2013-də. Elm haqqında qanun? 2016. Əgər elm haqqında qanundursa, bunu qəbul edən orqan? Milli Məclis. Əla, yaxşı. Bəs deyirik ki, Türksoy nə vaxt yaradıldı? 93-də. Desək ki, elə Kitab Dədə Qorqud dastanının nüsxəsinin keçirilməsi haqqında fərman nə vaxtdır? Yox, müəllim, bunu bilmirəm. Konstitusiya Məhkəməsi, ölüm hökmünün ləğvi, bəli, 98. Bəs nə zaman Kitab Dədə Qorqudun nüsxəsi keçirildi? Bu da 90. Yox, keçirildi deyirəm artıq. 98-də qanundur. Yazmayaq zəhmət olmasa. Aha, nə vaxt keçirildi? 2000-ci ildə, doğrudur. Bəs deyirik ki, Günəş, Beynəlxalq Muğam Mərkəzinin yaradılması var. Beynəlxalq Muğam Mərkəzinin artıq muğamın keçirilməsi var. Beynəlxalq Muğam Mərkəzi nə vaxt yaradıldı, nə vaxt keçirildi? Beynəlxalq Muğam festivalı 2009-da keçirilir. Və Olimpiyada düşmüş suallardandır. Harda keçirilibdi? Beynəlxalq musiqi festivalı Qəbələdə idi. Muğam deyilsən Bakıdaydı. Bəli, Muğam Bakı neçənizdə keçirilibdi? 2009-da. 2009, doğrudur. Elə kimin təşəbbüsündən UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olunubdu beynəlxalq muğamı, Azərbaycan muğamı? Yəni kimin UNESCO-nun düşmədi. Sual bir də deyin. Azərbaycan muğamı. Mehriban xanımın, hə. Mehriban xanım. Rəhbər olaraq deyirsiniz. Aha, deməli onda Mehriban xanım təşəbbüsündən deyirik bu. Bu ümumiyyətlə UNESCO-nun xoşməramlı səfiri idi bilirik ki, Mehriban xanım. Neçənci ilə qədər UNESCO-nun xoşməramlı səfiri olubdu? Ondan sonra xoşalmayır. Bir də sual verirəm. Deyək ki, Mehriban xanım 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri idi. Sonra o dəvət edir UNESCO nümayəndələrini ki, gəlin işğaldan azad olmuş ərazilərə baxın və görün ki, bizim mədəniyyət abidələrimizə ermənilər bu müddətdə nə qədər zərər vurubdu. Amma həmin UNESCO nümayəndələri gəlmirlər, imtina edirlər. Belə olan halda Mehriban xanım Əliyeva xoşməramlı səfir vəzifəsindən imtina edib, yəni dayandırıbdı. Bu nə vaxtdır? Onda Qarabağ müharibəsindən sonra olar da. 2022. Demək 22-də dəvət edib, amma onlar gəlməyib deyə bu vəzifəni dayandırıbdı. 2022. Demək 2004-dən 2022-yə qədər xoşməramlı səfir olubdu. Yaxşı, bir də deyirik ki, elə tar ifaçılıq sənəti nə zaman UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olubdu? 2012-də. Azərbaycan xalça sənəti? 2010. Aşıq sənət Novruz bayramı? 2009. Bəs desək ki, Qobustan tarixi bədii qoruğu? 2007. Azərbaycan muğamı? Muğam 2003-də idi bu. Bəs Səlimiyyə məscidi? Səlimiyyə məscidi 16-cı əsrdir. 1572-ci Səlimin dövründə. 2-ci Səlimin dövründə. Amma bəs deyirik ki, nə zaman Səlimiyyə məscidi UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil oldu? Səlimiyyə məscidi 2011-də. Əla. Bəs bir də Şəkixan sarayı?
1763 18-ci əsr. Aha, bəs o nə zaman UNESCO-nun qeyri-maddi mədəni siyahısına daxil oldu? Bilmirəm müəllim, alqışlayan kimdirsə aşağıdan yazsın. Yazmayın da aşağıdan, xahiş edirəm. Daha yazmıyor. Yaman dedin ha Günəş müəllimə. Yaman dedin. Nə zamandır Günəş, bir dənə düşün. Xanlıqlar dövründə deməli 1763-də Şəki sarayı nə vaxt olar yox. Şəki Xan Sarayı, bax gəl belə deyim, yadına necə salım. Deməli, bu baş veribdi İlham Əliyevlə 2-ci Qarabağ müharibəsindən ki əvvəl Vətən müharibəsini aparan yol var idi. Ha. Həmin vaxtlarda baş verən hadisələr, deyirdi ki, Paşinyan belə dedi, İlham Əliyev belə dedi. Bax, həmin dövrlərdə, məsəl üçün, desək ki, yeni ərazilər, yeni müharibə şüarı səsləndirilmişdi. Ondan sonra Qarabağ Ermənistanı nöqtə ifadəsi səsləndirilmişdi. Bunlar neçənci il aid idi? 2019. 2019-a, aha, doğrudur. Yaxşı, bir də gəlsək onda. İlham Əliyev neçənci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi? Bunlar dediniz düşməyəcək müəllim. Yox, Milli Olimpiya Komitəsinin prezidentini deməmişəm. 97. Hə. Axı dedi, yazmayın aşağıdan. Bəli, 97-ci ildə, 1997-ci ildə. Deməli, İlham Əliyev neçənci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi? 97. Neçənci ildə 1-ci Avropa oyunları keçirildi? 2015. Bəs 4-cü İslam həmrəylik oyunları? 4-cü İslam. İslam həmrəylik oyunları bizdə var. 2016-da. İslamda müqəddəs rəqəm neçədir? 2007 müəllim. 7-dir, amma 2017-də keçirilibdi. Deməli, çadır şəhərçilərin ləğvi nə vaxt idi? 2007. Bəs İslam həmrəylik oyunları? Səsiniz qırıldı müəllim. İslam həmrəylik oyunları? 2017. 2017, doğrudur. Arzu desin onda, Şuşa ili neçənci ildir? 2022 müəllim. Aha, elə Şuşada Dünya Azərbaycandan 5-ci qurultay nə vaxt keçirilibdi? 2022 yoxsa Düzdür. Deməli, 2022 Şuşa ili elan olunubdur. Elə Şuşa ilində də Dünya Azərbaycandan 5-ci qurultay keçirilibdi. 2022-nin aprel ayında. Ümumiyyətlə, bu tədbirlər daha çox aprel, may, belə deyim də o yaz gələndə elə belə yadda sal həyata keçirilibdi. Elə Xara Bülbül festivalı düşsə, hansı ay götürərsən Arzu? 2021 Bax, Xara Bülbül Beynəlxalq May ayı. festivalının biri var, belə deyək də, ilk dəfə keçirilməsi, ilk dəfə də deyə bilmərik, ilk dəfə lap işğaldan əvvəl keçirilibdi. Amma işğaldan azad olunandan sonra ilk dəfə keçirilməsi isə işğaldan sonra ilk dəfə. Məhz belə yadda salaq, Şuşa nə zaman mədəniyyət paytaxtı elan olundu? 2021 2021-ci il. 22-nin may ayında. Yox, müəllimə, 21-də, düz deyir, 21-də. Elə ona uyğun olaraq da Xara Bülbül festivalı bərpa olunubdu. Xara Bülbül festivalı keçirilibdi 21-ci ildə. Demək, 21-ci də keçirilibdi mayda. Amma desək ki, nə zaman Şuşa ilində Xara Bülbül festivalı keçirilibdi. Şuşa ilində deyəndə artıq 2022 götürürük. Elə Şuşa ilinin ilk böyük festivalı, ilk böyük Xara Bülbül festivalı deyəndə 2022 götürürük. Demək, Şuşa ilinin ilk böyük festivalı deyəndə nə götürürük? 2022-də deyirik Xara Bülbülü. Aha, Şuşada Dünya Azərbaycandan 5-ci qurultayı 2022-dir. Bəs Dünya Azərbaycandan 1-ci qurultayı harada və nə vaxt keçirildi? Birinci qurultay 2000-ci illərdə idi yoxsa 1-ci qurultay, bax, Heydər Əliyevin elə belə yadına saxla da, Heydər Əliyevin 2-ci prezidentliyi dövründə 1-ci qurultay keçirilibdi. Heydər Əliyevin 2-ci prezidentliyi dövründə. 2002 2001-ci ildə. 2001. Dünya Azərbaycanında 1-ci qurultay, onları bir araya gətirilməsi nə vaxt oldu? 2001-də. 2001-ci ildə. Elə AMİyə nə vaxt yaradıldı? 2000 AMİyə Bəli, Milli Elmlər Akademiyası. elə o da 2020 Elə 2021-də. 2021-ci ildə. Aha, 2021-i çevir. Elə 1 ilə 2-nin yerini dəyiş. Neçə olur? 2012. 2012-ci də nə yaradıldı? Asan xidmət idi yoxsa? Asan xidmət, eyni zamanda TİDəş yaradıldı. TİDəş yaradıldı. Elə TİDəşin bəs nə zaman? Deyildi, İstanbulda zirvə görüşü keçirildi.
Deyirəm mən 2003-də 2021-də İstanbulda zirvə görüşü keçirildi. Bəs deyirik ki, onda nə zaman gördü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olundu Türk Dövlətləri Təşkilatının keçirilən növbədənkənar iclasında. bəyannamədə olur. Bax nəyə diqqət edin. Biri var Şuşa bəyannaməsi, biri var Qarabağ bəyannaməsi. Biri var Şuşanın, ümumiyyətlə Şuşanın mədəniyyət paytaxtı elan eləyəsən. Yəni İlham Əliyev gəlir, deyir ki, Şuşa mədəniyyət paytaxtıdır. Bu Azərbaycan üçündür, təkcə Azərbaycan üçün. Tək Azərbaycan üçün Şuşa mədəniyyət paytaxtı olub 21-ci ilin mayında. Amma bir də var ki, Şuşa ümumiyyətlə Türk dünyasının mədəniyyət paytaxtı elan olunsun. Bu daha böyük bir şeydir də. Demək Zirvə kiçik olan görüşü 21-dir, böyük olan nə vaxtdır? Hı. O da 2021-in TİDƏŞin Bursada keçirilən görüşündə elan olunur 2023-cü ildən. 2023-cü ildə Şuşa olur Türk dünyasının mədəniyyət paytaxtı. Demək Şuşa Azərbaycan mədəniyyət paytaxtı neçənci ildən? Belə yadında saxla. Bax Şuşa ilindən 1 il qabaq Azərbaycan mədəniyyət paytaxtıdır. Şuşa ilindən 1 il sonra Türk dünyasının mədəniyyət paytaxtıdır. Məncə yadda qalır. qaldı. 2021-də mədəniyyət paytaxtı olur, 2022-də Şuşa ili olur, 2023-də də deməli dünyanın Türk dünyasının mədəniyyət paytaxtı. Aysa. İndi bax o mikro söz oynadığına görə orada yazsa ki dünyanın mədəniyyət paytaxtı o artıq yanlış gedir. Demək orada da fikir verək Türk dünyasının. Yaxşı. Bir də desək ki onda elə nə zaman Eurovision mahnı müsabiqəsində Azərbaycan birinci yer tutdu? 2012, 2011-ci ildə. Və nə zaman Bakıda Eurovision müsabiqəsi keçirildi? o 2012-dədir. Dövlət bayrağı meydanı nə vaxt yaradılmışdı? 2010, 2010. Bəs nə zaman alov güllələri deyirik ki, inşa olundu? alov qüllələri də 2010-dur, yoxsa Alov güllələri neçə dənədir? 3 dənə? 3 dənə. Demək alov güllələri neçənci ildir? 2013. 2013-cü ildədir. Aha, yaxşı. Bəli, yerləşdirəcəm. Bəs onda Heydər Əliyev məscidi neçənci ildədir? 2016. Bax, deməli deyirəm ki, Heydər Əliyev məscidi. Demək, biri var Heydər Əliyev mərkəzi, biri var onun məscidi. Mərkəzi deyiriksə 2012, amma məscidi deyiriksə 2014. Demək, Heydər Əliyev mərkəzi nə vaxtdır? 2013. 12, 12. Heydər Əliyev məscidi 2014. 2014. Bəs yaxşı, alov güllələri 3 dənə alov gülləsi. 2013. 2013, doğru. Dövlət bayrağı meydanı? 2010. Aha, doğrudur. Yaxşı. Gələk onda nədən? Demək, ümumi bəzi şeylərə toxunacağam. Sevinç müəlliməm, buradasınız. Bəli. Ən təmşə düşən hissələrdən biri Heydər Əliyevin dövründə torpaq islahatı haqqında qanunu. Neçənci ildədir? 1996-da. Aha, yaxşı. Neft qaz məsələsi həmişə düşən məsələlərdəndir. Demək, əsrin müqaviləsi neçənci ildədir? 1994 20 sentyabr. Bəs yaxşı. Dövlət bələdiyyə xüsusi torpaq mülkiyyəti nə vaxt müəyyən olundu? Bələdiyyələr seçkiləri 99 elə torpaq haqqında qanuna görə də mənim Ay, içeri yaxşı. böldü. Bəs, Dövlət bəs bələdiyyə. insan hüquqları üzrə müvəkkil nə vaxt yaradılıbdı? Bu 2000'dir. Ombudsman. 2000 yoxsa 2001? 2001 ombudsman. 2001. Mənim 2001 bu ombudsman yaradılması haqqında konstitusiya qanununu qəbul edən orqan Qanunu qəbul edən yəqin Milli Şura mənim. Milli Məclis. Aha. Bəs müəllimə, görəsən ombudsman yaradılması haqqında qanun birincidir, yoxsa AMİyanın yaradılması haqqında qanun birincidir? Ha, müəllimə. Deyəsən ombudsmandır. Yox, Mənim. bu dekabr ayıdır, dekabr. Ombudsman dekabrdır, amma AMİya Aha. may ayıdır. Onda hansı birinci May. olar? Onda AMİya birinci Ən olur. axırıncı ombudsmandır, çünki dekabrdır. Bəs yaxşı, Dekabr. onda Azərbaycan Respublikasının konstitusiyasına ilk dəfə əlavə dəyişikliklər nə vaxt olubdu? O 2002-ci ildir Demək, mənim. həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə əlavə dəyişikliklər olub deyə bilərikmi? Bəli. Həm 2009. Heydər Əliyevin, həm də İlham Əliyevin birinci prezidentlik dövründə əlavə dəyişiklik olub deyə bilərikmi? Yox müəllimə. 2009-dursa o ikinci dövrüdür da İlham Ay, Əliyevin. yaxşı, doğrudur. Yaxşı, Heydər Əliyevin
də ikinci prezident dövründədir. Yəni birinci prezident dövrünə düşmür. Bəs neçənci ildə deyirik ki, elə ilk konstitusiya qəbul olundu? 1995-də. Bəs konstitusiya komissiyası nə vaxt idi? Komissiya ilə ondan qabaq idi da. Mən may ayı idi mi yoxsa aprel ayı idi mi 95-in? 95. Demək hər ikisi də 95-dir. 95-in iyunu konstitusiyasıdır. Noyabrda da yəni konstitusiya nədir? Komissiyadır. Artıq noyabrda da konstitusiyanın özüdür. Yaxşı, deyə bilərikmi ki, dünyada ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi? Dünyada ilk dəfə mi? Şərqdə müəllim mən bilən yerə qədər. Şərqdə, ay sağ ol. Deyə bilərmi ki, deməli dünyada ilk dəfə Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verildi. Şərqdə yendi müəllim, şərqdə. Özü müsəlman şərqində. Aha, yaxşı. Və sonda qadın problemləri üzrə dövlət komitəsi nə vaxt yaradılıbdı? O 95-də idi mən bilən yerə qədər. Demək, o 95-98 adamın qatdığı hissədir. Əgər desək ki, qadınlara qarşı ailə seçkiliyin bütün formalarını ləğv edilməsi haqqında konvensiya qoşulmaq, konvensiya deyiriksə bu 95-dir. Amma artıq komitənin yaradılmağı o 98-dir. Aha, yaxşı. Deməli, bəs hüquqi islahatlar komissiyası nə vaxtdır? Hüquqi islahatlar komissiyası konstitusiyadan sonradır da müəllim, 95-ci ildə. 96-cı ildəki, yəni artıq qanunlar beynəlxalq normalara uyğun hazırlansın. Çox düşən hissələrdən biri bizim hansı təşkilatlara üzv olmağımızdır. Yəni bunları biz gecə yuxulu da desələr, biz bunları bilməliyik. Deməli, müəllimə desək ki, ilk daxil olduğumuz təşkilat hansını götürürük? İslam Konfransı 1991. Aha, 91-in hansı ayı? Dekabr idi deyəsən, sonu idi. Aha, yaxşı. Heydər Əliyevin dövründə, yəni Heydər Əliyevin dövründə deyə bilərikmi ki, müstəqil dövlətlər birliyinə daxil olmuşuq? Xeyr, mənim 93-cü ilin sentyabrıdır, amma Heydər Əliyev oktyabrda gəlmişdi. Amma nəyə fikir verək müəllimə? Heydər Əliyevin dövründə deyə bilərik. Amma Heydər Əliyevin prezidentliyi dövründə deyə bilərik. Çünki Ali Sovetin rəhbəridir deyə, yəni yenə Heydər Əliyevin hakimiyyət dövrüdür, amma prezidentlik dövrü deyil. Bu sözlər bir Söz oyunu bizi öldürəcək. Bir də bax, hər birinizdən artıq dərəcədə xahişim budur ki, elə öz qrupumda olan müəllimlərdən də, dərsi dinləyən müəllimlərdən də. İmtahanda mümkün qədər, elə bir ki, siz nədə oturubsuz? Yəni oturubsuz və tapmacaları tapmağa çalışsınız və mümkün qədər çalışın ki, görüm harda hiylə var, o hilələri tapın. Elə siz nətər hiylə tapmaq oyunudur da, yəni elə düşünün, imtahanı düşünməyin ki, mənim burada sırf savadım ölçülür. Mən savadımı ölçmək üçün buradadılar. Elə cavablarda daha çox hiləni axtarın. Hilə, o düzdə indi hilə olmayanda da həqiqətən biraz onda da çətinlik yaranır. Hiləli olmayanda da adamda beyin qarışır ki, Allah, burada hilə yoxdur. Görəsən həqiqətən budurmu? Asan sualda da adamda tərəddüd yaranır ki, görən bunu götürümmü? Yəni mən özüm imtahan prosesində oturanda inandırım sizi ki, o asan suallarda bir nə qədər düşünürəm. Ay Allah, görən nəsə yoxdur ki burada. Yəni bu qədər asan sual düşərmi? Amma yəni o asan sual az olur da. Olur, siz nətərdir? Elə bir ki, ya həddən artıq çox asan sual qoyurlar. Yəni həddən artıq çox asandır. Tərəddüd edirsən ki, yəni bu qədər asan sual migə düşərmi? Yəqin burada nəsə var. Ya da çətin yox, amma o qədər belə düşündürücü, hiləli məqamlar var ki, o beyin elə bir yarıya qədər o hilələri tuta bilir. Yarıdan sonra elə bir ki, yorulur o hilələrə biraz belə deyim də, gözündən yayınır. Bir dənə hilə gözdən yayınan kimdə gedir? Maksimum səviyyədə hilələrə açıq olar. Demək, Sevinç Məmməd, tutalım ki, yazdım. Nə yazdım? Böyük İpək Yolunun beynəlxalq təşkilatına üzv olmağımız. Yazdı ki, Heydər Əliyevin ikinci prezidentliyi dövrünə aiddir. Doğru götürəsiz, yanlış. 98-də də mənim bu. Bəli. Amma bu birinci idi da, sentyabrda döyüldü. O avqust idi, sentyabrda. Sentyabr. Onda sentyabrsa onun birinci yoxsa ikinci prezidentliyə düşür? Birinci prezidentliyə düşür. Bloklara qoşulmama hərəkatı neçənci ildə yaradılıbdır? Yaradılıb da 1961-də. Azərbaycan qoşulub 1911-də. 2011-də demək istədiniz, doğrudur. Bəs onda 2011-də Azərbaycan qoşuldu. Neçənci sədrlik elədi? 2019-2023-cü illər. Yazdı ki, Yunanistan təşəbbüsü ilə yaradılmış bloklara qoşulmama hərəkatına Azərbaycan üzv oldu. Doğru götürəsiz, yoxsa yanlış? Təkcə Yunanistan olmayıb da, orada Misir, Yunanistan bir də... Yunanistan olub.
Sevinç müəllim, buradan bura mən aldatdım sizi. Yugoslaviya müəllim. Ha, buradan abra görüşürəm mən. Diqqət eləyin, xahiş edirəm. Yugoslaviya, bəli, deməli Yugoslaviya, aldanmayın, bizə aldanmayın. Yaza bilər, bizi çaşdırmaq üçün. Yazar ki, Azərbaycan məsəl üçün Elçibəyin dövründə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olubdu. Doğru götürərsiniz yoxsa yanlış? İqtisadi əməkdaşlıq, Elçibəy 92-dir, bu 92-ci ilin əvvəlidir da müəllim. Fevral ayıydı, nə idi? Yox. Ay sağ olun. Deməli o fevralda da Elçibəyi görməyibdi. Və yaxud da ki, BMT yenə Elçibəyi görməyibdi. Amma məsəl üçün ATƏM-in yaradılması nə vaxt idi? O yay ayları. Onu görübdür. ATƏM yazıb ki, 92-ci ilin iyulunda yaradılmış ATƏM-ə üzv olduq Elçibəyin dövründə. Doğru yoxsa yanlış? 92-ci ilin iyulunda Yaradılmış ATƏM-ə üzv olduq Elçibəyin dövründə. Doğru yoxsa yanlış? Məncə doğrudur da. Müəllimə, ATƏM nə vaxt yaradılıbdı? ATƏM yaradılıb 75-də. 1975. Bax, söz oyununa açıq olun, Sevinç müəllimə. Deməli, baxın, ATƏM yaradılıb 1975-də Helsinkidə. Harda keçirilmişdi özdə o? Finlandiyada. Finlandiyada. Biz onda 75-də yaradılsa, biz 75-də yaradılmış ATƏM-ə üzv olmuşuq 92-də. 92-də yaradılmış desə, artıq o sual səhv. Deməli, avtomatik onu silməliyik. Yaxşı. Sonra, məsəl üçün, deyə bilər, SSR hüquqi cəhətdən öz dövrünü başa vurdu. Nə ilə? MDB-nin yaranması ilə. Müəllimə, bax, o günlər müzakirə elədik. Subyekt sözü görsək, SSR-ni dağılması. yox, subyekt sözü görsək MDB-ni götürəsiz. Amma subyekt sözü yoxdur. Eləcə hüquqi cəhətdən öz dövrünü başa vurdu deyirsə, nə götürürük? Qarbaçovun istifası. Qarbaçovun istifası. Bax, deyirdim ki, görürəm ki, yox, elə bu gündən dərsləri yekunlaşdıraq. Siz sabah qəşəng dincəlin. Dərsləri deyəsən keçdikcə beynimizdəkilər də yavaş-yavaş unudulur. İnşallah ki, beyniniz açıq olar imtahanda. Özü imtahan günortadır. Səhər qəşəng yatarsınız, dincələrsiniz. Belə nətər deyim, qəşəng səhər yeməyinizi yersiniz, lap günorta yeməyini yersiniz, onsuz günortadır. Sonra belə rahat belə deyim, sağlam beyinlə də, yəni sağlam beyinlə inşallah ki, gedib o hilələri görərsiniz, hilə axtarmağa gedirsiniz də onsuz da. İttifaq müqaviləsinə vaxt bağlanıb Sevinç müəllimə. Nə müqaviləsi müəllimə? İttifaq müqaviləsi. İttifaq müqaviləsi. Hansı bu dördlərin ittifaqını deyirsiniz müəllimə? Bax, ittifaq müqaviləsi SSR ilə bağlı deyirəm. SSR ilə 22-də müəllim. 22-nin hansı ayı? 22-nin dekabrında. Sizdən xahiş edirəm artıq dərəcədə. Nəyi xahiş edirəm? Orada SSR sözünə fikir verin. Əgər 22-nin dekabrına qədərki hadisələrdə Rusiya ilə bağlı bir hadisəni SSR verərsə, qəti surətdə qəbul eləmir. qəbul eləmir. Genya konfransında SSR iştirak edib deyə bilərmi? Xeyr, Sovet Rusiyası. Ay, sağ olun. Yaxşı, onda desək ki, 1-ci Dünya müharibəsinə deməli Sovet Rusiyası 1914-cü ildə daxil oldu. Doğrudursa yanlış? Xeyr, mənim onda Çar Rusiyası idi. Əla, yaxşı. Bəs neçənci ildən İvan Grozun çar titulu qəbul elədi? İvan Grozun 1547-də. Bəs neçənci ildə deməli o knyazlıq taxtına oturdu? 1533-də. Aha, yaxşı. Onda deyə bilərmi ki, İvan Groznu Boyar Dumasını ləğv edibdi? Boyarların səlahiyyətlərini məhdudlaşdırmamışdı müəllim o. Duma idi, Duma var idi həmin vaxtda. Duma yox idi. Xeyr, Boyar Müxalifəti Nə? deməlidir. Boyar Duması desə yanlışdır. Yaxşı, onda Arzu desin. Görəsən, yazsa ki, Arzu, Qazan xan və Hlodvik arasında oxşarıq. Qazan xanla Xlodvik arasında oxşarıq. İslahatlar var idi Hər Qazan ikisi də xanda. yerli əhalinin gözünə girmək üçün İslam dinini qəbul elədi. Doğrudurmu? Xlodvik də. Bilmirəm, səndən soruşuram. Xlodvik yadımdan çıxıb. İslam dinini qəbul, xristianlığı bəlkə qəbul edir. Xristianlığı qəbul. Hlodvik axı Avropadır. O niyə İslamı qəbul edəsin? Bəli, xristianlıq. Amma oxşarca hər ikisi də yerli əhalinin dinini qəbul edibdi. Bəs deyə bilərmi ki, məhz elə deməli Böyük Karl da Hlodvik kimi deməli xristian dinini rəsmi şəkildə məsələn ölkədə elan elədi.
səhv eləmirəmsə o himayə eləyirdi, amma rəsmi şəkildə onda yoxdur. Deməli, Ludwig, qəbul edən Ludwig də ondan bəri xristiandır dövlət. Amma məhz böyük Karl yayıbdır, xristianlığı yayıbdır. Yaxşı, bəs desək ki, onda elə məsəl üçün oradan nələrdən vura bilər? Demək, Şah 1-ci İsmayıl ya da Şah 1-ci İsmayıl yazmasın. Necə 1-ci İsmayıl? 1-ci İsmayıl Şərur düzündə Ağqoyunluların 1-ci qolunu süquta uğratdı. Doğrudursa yanlış? Şərur düzü. Ağqoyunlular 1-ci qol 1501-dədir. Ha. O bir qolunu süquta uğradandan sonra Təbrizə keçir də o. Onda şah olmur. Deməli, Şah yazmayıb. 1-ci İsmayıl süquta uğratdı. Doğrudursa yanlış? Yanlışdır da. 1501-də 1501-də Şərur döyüşü olur. Ondan sonra Təbrizə gedir, özünü şah elan eləyir. 1-ci İsmayıl onda olur. Ay yaşa. Deməli, ya 1-ci İsmayıl yazdı, ya da Şah İsmayıl yazdı. Eyni anlayışdır. 1-ci İsmayıl şah olandan sonradır. Ona görə də Şərur düzündə şah ya da 1-ci İsmayıl deyə bilmərik. Doğrudur. Yaxşı, onda desək ki, deməli, Muş döyüşündə 1467. Qaraqoyunlu dövləti Ağqoyunlara məğlub oldu. Qaraqoyunludur Cahanşah, amma ölür həm də Cahanşah orada. Amma Həsənə, Uzun Həsənə. Deyirəm, Ağqoyunlu Qaraqoyunlu dövlət dövləti Ağqoyunlara məğlub oldu. Ağqoyunlu dövlət deyil də Ağqoyunlu onda. Dövlət deyirəm. Yox, Ağqoyunlu sülalə idi də onda. Deyirəm ki, sadəcə olaraq Qaraqoyunlu dövləti Ağqoyunlulara məğlub oldu. Doğrudursa yanlış? Bunu qəbul edirik. Bəli, eləyirik. Çünki Ağqoyunlu dövləti demirəm ki, Qaraqoyunlu dövlətdir, Ağqoyunlular deyirəmsə, deməli bəli, doğrudur. Amma desəydim ki, Qaraqoyunlu dövləti Ağqoyunlu dövlətinə məğlub oldu, Götürə bilmirik. götürə bilmirik. Və yaxud da ki, Həsən padşaha məğlub oldu, Səhvdir. səhvdir. Yaxşı, onda Samur döyüşündə desək ki, Səfəvilər məğlub oldu. Samur bu şeyxlərin dövrüdür də o Bəli, döyüşdə bəli. Şahla Samur. Arzu, Səfəvilər məğlub Bəli. oldu desək, doğrudursa yanlış? Səhvdir müəllim. Niyə? Səfəv orada Səfəvilər desək, Bəli, Səfəvilər. Səfəvilər deyə bilərik, amma dövlət deyə bilmərik. Aha, bəs yaxşı. Samur döyüşündə Qızılbaşlar məğlub oldu. Samurdan sonraydı. Şeyx Cüneydin dövründə idi. Heydərin dövründə Qızılbaş Heydərin. adlandırılırlar. Hə, Deməli, Heydərin baxın, dövrü. buna dönə-dönə vurğulayıram. Qızılbaş ifadəsi Heydərdən sonradır. Ona görə də Samur döyüşündə Qızılbaş ifadəsi yanlışdır. Amma Səfəvi deyə bilərik. Ümumiyyətlə, bunlar bu 13-cü əsrdən bu yana Səfəvilər adlanırlar. Bir də nəyə fikir verək? Desək ki, məsəl üçün, nə deyək? Həsən padşah həm dövlətin, həm sülalənin yaradıcısıdır. Doğru yoxsa yanlış? Və yaxud da deyək Sülalənin ki, yaradıcısı deyildi. bəli, sülalənin yaradıcısı deyil. Yəni fikir verək, yazar ki, 1468-ci ildə elə Ağqoyunlu sülaləsinin yaradıcısı Həsən padşah dövlətin əsasını qoydu. Təbii ki, bu yanlışdır. Çünki sülalənin yaradıcısı o deyil. Fikir verək. Yaxşı, bəs sualım yazar. Məsəl üçün 1992 Daşkənd müqaviləsinə əsasən SSR öz hərbi əmlakını bölüşdürürdü. Doğru yoxsa yanlış? SSR orada səhvdir. Rusiya olmalıdır. Çünki 91-də dekabrda SSR gedir də. Süqut edir. Yəni SSR-nin, keçmiş SSR-nin hərbi əmlakı bölüşdürülürdü. Amma SSR özü orada yoxdur. Və yaxud da yazar ki, deməli, SSR 2014-cü ildə Krımı ilhaq elədi. Səhvdir. Və yaxud da 2014-1783 üçün ortaq cəhət Çar Rusiyası tərəfindən məsələn Krım ilhaq olunubdu. Çar o deyil də bu. Çar Rusiya səhvdir. Rusiya. Çar Rusiyası 1783-də deyə bilərik. Amma 2014-də Çar Rusiyası təbii ki, deyə bilmərik artıq. Ona diqqət edirik. Yaxşı. Sonra məsəl üçün nələrdən gələr? Bax, Fransanın yeni dövrünü mütləq bir gün qabaq oxuyun. Çünki nə qədər oxusanız da yaddan çıxır. İraq, Türkmən, bunları bir gün qabaq bir dəfə göz gəzdirin.
Və kimin ki, Heydər Əliyevin, İlham Əliyevin dövründə hər hansı bir narahatçılıq varsa, yadından çıxan məqam varsa, ona da mütləq göz gəzdirin. Orada nəyə fikir verin? İlham Əliyevin dövründə ən çox bu TİDəŞlə bağlı olan məsələlərə fikir verin. Ən çox illərdir düşən 2011-ci ildə BMT-yi. Elə ora gələk. BMT-yə nə vaxt üzv olmuşuq Arzu? BMT müəllim 2000 Yox, BMT-nin özünə üzvlük deyirəm, özünə. özünə 92-ci ildə 92-ci ildir mart ayında. Yəni 92 martda üzv olduq. Amma bir də var ki, BMT-nin demək biz 2011-ci ildə BMT-nin nəyinə üzv olduq? 2011-də BMT-nin Ha? Təhlükəsizlik Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı Şurasının qeyri-daimi, yazaq ki, daimi üzvü. Hə. Daimi yox, qeyri-daimi üzvü. Deməli, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü nə vaxt seçildi? 2011-də. İndi mən sizə bir söz deyim. Demək, 2023-ün miqində belə düşmüşdü. Yazmışdı ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu illərə aiddir. Ay sağ olun. Cavabda asan xidmət çıxmışdı. Məsələn, onu görəndə adamın ağlına A variantında cavab var idi ki, yox, dünya Azərbaycanlıları idi, yoxsa səhvimizə qoşulmama hərəkatı idi. Bəlkə də bilmirəm. Amma yəni orada cavablardan biri var idi. Məsəl üçün də yəni düşər ki, tam qoşulma indi dünya Azərbaycanlıların artıq həmin qurultayı çıxarılıbdı. Yazar qoşulmama hərəkatına üzv olmağımız. Biz bunu heç vaxt götürə bilmərik. Həm BMT qeyri-daimi üzvünə seçilməyimiz 2011-ci ilin oktyabrıdır, qoşulmama hərəkatı may ayıdır. Yəni bundan əvvəldir. Və yaxud da ki, o dünya Azərbaycan qurultayı olsun, həmin vaxt valideynində çıxarılıbdı. Amma yəni o 2011 olsa da üzv olduğumuz dövrə aid deyil ki, bu seçilməyimiz 2011-dir. Üzv olduğumuz dövr 12-13-cü illər. Yəni biz 12-dən bu yana götürməliyik. 12-13-cü illər. Yəni asan xidməti götürməliyik, bəli. Və yaxud da TİDəŞi götürməliyik. Yəni buna fikir verək. Elə gördüyümüzü. Bir də bəzən yazır 1920-ci ilə aiddir. Biz oxuyuruq 20-ci illərə aiddir. Deməli sırf 20 yazdırırsa 20-ni axtarmalıyıq. Mən maksimum səviyyədə orada bizi çaşdırmağa çalışır. Biz də gözü açıq olmalıyıq ki, görün məni burada harda çaşdırmağa çalışır. Bu sualda çaşdırıcı məqam nədir? Elə bir sualda çaşdırıcı məqam olmayanda bir qınayaq ki, sualı görən burada niyə çaşdırıcı məqam yoxdur? Yəni təhlil eləyək də bütün suallarda miqdə deyərəm ki, çox çətin mi olur suallar? Yox, sadəcə o çox çaşdırıcı olur deyə. Yəni insan onu bilmək üçün, bilmək deməyim, o qədər maksimum səviyyədə diqqətli olmalıdır ki, o hilələrə elə bil ki, gözü açıq olsun da, o hilələri görsün. Maksimum səviyyədə diqqət tələb edir bizdən. O da yəni hər adam o diqqəti göstərə bilmir də. Yəni ki, mən girdim və o diqqəti maksimum səviyyədə, o bilmək məsələsi deyil. O sualları çox adam var ki, o sualların demək olar ki, əksəriyyətini bilir və yaxud da ki, bəlkə də eləsi var ki, girir həqiqətən sualların hamısını bilir. Amma o çaşdırıcı məqamları bircəsində artıq çaşdı variant gedir. Bir də ümid eləyək ki, səhv sual bu il olmasın. Keçəninki kimi. Məsələn, keçən konkret 5 sualda ziddiyyət var idi. Düz deyək, neçəsindən cavab çıxartmaq olurdu, amma 2-3 dənəsində yox. Bir də, onu gəlin bir dənə söz deyim. Baxın, imtahanda hər birinizdən artıq dərəcədə xahişim. Gördünüz ki, sual narahatdır, səhvdir və sualdan başa aça bilmisiniz. Başa düşmüsünüz də bu nədir, burada niyə cavab çıxmır? O sualın üstündə düşünməyin. Yəni o sualı buraxın, keçin o birilərə. Çünki o sual sizi o qədər motivasiyadan salır, beyninizi o qədər yeyir ki, yəni ümumiyyətlə bir sualın üstə 2 dəqiqədən, 3 dəqiqədən artıq düşünməyin. Keçin, avtomatik keçin, onu buraxın ki, bunda məndə nəsə beynim qəbul eləmədi də bu sual, burada nəsə var. Keçin, digər suallara baxın. Bəzən olur artıq bir imtahanın yekunlaşdırana yaxın yazıbsınız, özünüzə arxayın olandan sonra asan suallar görüb belə deyim də, ürəyinizi rahatlaşdırandan sonra ondan sonra qayıdın həmin suala. O suala bir də baxanda görərsiniz ki, sən demə burada bu məqam var imiş, mən buna fikir verməmişəm. Və yaxud da ki, o sualdan yenə baş açmayasınız. Ya götürməyin, ya da ki, nəsə yaxın bir cavabınız, məntiqlə əsaslandığınız bir cavabınız varsa götürün. Yəni deməyim odur ki, o bir dənə sual beyni o qədər belə deyim də yüklüyür ki, sizin o asan bildiyiniz o bir dənə sual sizin beyninizi yeyir və siz sonra hiləni görə bilmirsiniz. O beyin də gedəndən sonra valla nə qədər desəz də ki, mən bilirəm, o hiləni görmək olmur.
Hə, gəlsək kurikulum məsələsinə. Kurikulumda mən deyərəm ki, kurikulumu öyrənsən də, öyrənməsən də eyni cür yazsan. Nə cəhətdən? Gərək beynin açıq ola və orada o sualları təhlil edib oxuya biləsən. Yəni bütün diqqətinizi tarixə atıb kurikulumu tamam boşlamayın da. Axır bəzən müəllimlər var ki, 10 dəqiqədə və yaxud da ki 5-6 dəqiqədə kurikuluma baxırlar. Məsələn, mən özüm elə eləmişəm adətən. Yəni çalışın ki, kurikuluma da vaxt ayırasınız. Vaxtı ayırasınız ki, ən azından düşünün. Yəni kurikulum elə bilirəm ki, düşünməkdir. Yəni düşünə bilsəz, orada yəni imtahana getməmişdən qabaq inteqrasiyanı təkrarlayın, imtahana getməmişdən taksonomiyanı təkrarlayın, iş üsullarını təkrarlayın ki, bunlardan konkret suallar %100 var. Amma ki, digər o şagird müəllim münasibətlərini 100 dəfə kitabı da oxusaz, orada yəni tamam fərqli bir situasiya düşür və sizin beyninizin qəbul etdiyi variantla onların düşündüyü variant üst-üstə düşməlidir və beyninizi çalışın onlara uyğunlaşdırasınız ki, hər şey daha çox şagird yönünü götürəsiniz, amma şagird də həddən aşmasın da bu yönündə cavablar axtarasınız. Yəni düşünürəm ki, elə yazsaz orada yəni ən azından olacaq da bir 10 dənə, 12 dənə düzünüz olacaq, diqqətli olsaz. Bir də ki, kurikulumu təbii ki, yenə gətirib də tarixin başında nə bilim, hər dəfə kimi eləməsələr də normal, bugünkü kimi normal suallar düşərsə təbii ki də yazarsınız inşallah. Sonra nəyə fikir verək? Qoy görüm. Deməli, Nigar müəllimə, bizim qrupdakı Nigar müəllimə gəldi yoxsa yox? Bugün girə bilməmişdim. Lalə müəllimə, buradasınız yoxsa yox? Yox, yaxşı. Bəzi məsələlərə yenə deyim, nəyə diqqət edək? Mədəniyyət məsələsinə, sosial-iqtisadi məsələsinə, daxili siyasət, xarici siyasət. Suallarda mütləq şəkildə buna fikir verin. Daxili siyasətdirmi, xarici siyasətdirmi? Dövlət quruculuğudurmu, iqtisadi tədbirdirmi? Və yaxud da bu hadisənin siyasi nəticəsinə mi aiddir? Gəlirəm Günəş. Sosial-iqtisadi nəticəsinə mi aiddir? Mütləq ki, buna fikir verək. Günəş yazdı ki, Heydər Əliyevin dövründə, dövlət quruculuğu, birinci prezidentliyi dövründə yuxarıda da bir dənə yazıb dövlət quruculuğu tədbiri. Aşağıdan da yazıbdı ki, məsəl üçün birinci prezidentliyi dövründə Heydər Əliyev 1994-cü ildə elə nə haqda fərman vermişdi. 94 bəstərə müqaviləsi var. Aha, bir də 94 xarici ticarətin sərbəstləşməsi haqqında fərman var. Düzdür? Yazsa ki, yuxarıdan yazıb dövlət quruculuğu, Heydər Əliyev birinci prezidentlik, cədvəl ikinci prezidentlik və yazıbdı ki, xarici ticarətin sərbəstləşməsi haqqında fərman. Götürəsən, götürməyəsən. İqtisadi sahəyə aid deyil axı. Yəni iqtisadi sahəyə neft aiddir, amma o xüsusi ticarətin sərbəstləşdirməsi bu torpaq islahatı o Yox, yöndən. suala deyirəm dövlət quruculuğu yazıbdı. Yox, dövlət quruculuğu deyil. Bu ticarətdir. Ticarətdirsə iqtisadidir. Bu iqtisadiyə aiddir. Yəni bu onun iqtisadi islahatlarına. Onda iqtisadi islahatlarının birinci yoxsa ikinci mərhələsinə aiddir. İqtisadi islahatların birinci mərhələ. Birinci 93-97. Çünki 93-97-dir. Bəs ikinci mərhələ neçədən başlayır? 98-dən başlayır 2001-ə. 2002-yə qədər. 2002-yə. Deyə bilərəm ki, onun elə birinci prezidentlik dövründə iqtisadi sahədə açıq qapı siyasəti tətbiq olunubdu. Birinci prezidentlik dövründə 93-98 yəni deyə bilərik bəli. Elə bu xaricinin sərbəstləşməsindən açıq qapı Bəli, siyasəti tətbiq olunubdu. Bəs görən yaza bilərəm ki, həm AXC, həm də 3-cü Respublika hər ikisində də xarici ticarət sərbəst olubdu. 3-cü Respublikada bir dəqiqə AXC dövründə də olubdu. Xarici ticarətin sərbəstləşdirilməsi. Yayındırmasın, ha. Sənə qarşı koalisiya yaradıblar Günəş. Azərbaycan rəylər səni beynini qarışdırmasın. Yox, olmayıbdı müəllim. Nəyə görə fikir verək? Vaxt ticarətin sərbəstləşməsi var idi. Amma nəyə fikir verək? AXC-də var. Amma nə məsələsi var da? Orada nə deyirdi? Deyirdi ki, ifratın belə deyək də, müəyyən bir sərbəstlik verir, müəyyən bir daxili ticarəti genişləndirmək üçün xaricdən gələn mallara müəyyən məhdudiyyət qoyurdu. Yəni demək bizdə, yəni AXC dövründə də, özü ikinci hökumət dövründə bunu gördük. Yəni tam şəkildə də ta ürəyin istəyən kimi xarici ticarətin sərbəst olsun demir. Yəni belə bir fərman yoxdur. Ümumiyyətlə fərman heç yoxdur. Və yaxud da ki, tamamilə sərbəstlik də vermirdi. İfratın, yəni qarşıda qalxmağın da, yəni müəyyən qədər sərbəstlik versə də ifrata qalxmağın da qarşısı alınırdı. Deməli desək ki, yəni xüsusi mülkiyyət
azad şəkildə azad sahibkarlıq var. Buna şərait yaradır. Bəli, mülkiyyət azad idi. Amma həddən artıq ifratın da qarşıdır. Yəni konkret olaraq xarici ticarət sərbəst deyə bir ifadə yoxdur. Və yaxud da yaza bilərmi ki, AXC-nin 4-cü hökuməti Rusiyanın iqtisadi əlaqələri bərpa elədi. Yox, səhvdir. Rusiyanın iqtisadi əlaqələri yaratmamışdı axı. Aha, doğrudur. Bərpa edə bilmədi, amma çalışıbdı. Ona deyə bilərəm ki, AXC xarici kapitalın iqtisadiyyatı inkişafını artırmaq üçün tədbirlər görübdür. Bəli, görmüşdük xarici kapital. Elə bu məqsədlə də o zəruri tələbat mallarını, məsəl üçün deyirik, görülən tədbirlərdən biri idi ki, ərzaq təhlükəsizliyi üçün kənara çıxarılması qadağa qoyulmuşdu. Bəs yaxşı, yaza bilərmi ki, AXC iqtisadi tədbir 2-ci hökumət Dövlət Bankı? İkinci hökumət. Dövlət Bankı 19-dadır, orada ikinci hökumət deyildi axı. Aha, yaxşı. Deməli, iqtisadi tədbir olsa da 2-ci hökumət deyil. Və yaxud da yaza bilərmi ki, YIS dövründə xarici ticarət sərbəstdir? Bəli, deyə bilər, xarici ticarət. İndi gələk YIS dövrü. YIS YIS dövrü neçənci ilə əhatə edir? 25-dən başlayır. 21-dən başlayır, düz deyirin. 21-dən neçəyə qədər? 25-ə qədər. 25-ə. 25-dən sənaye sistemi. Aha, yaxşı. Onda elə YIS dövrün, YIS-ə keçid nə ilə başladı? İsə keçid ərzaq vergisinin tətbiqi ilə. Vergisinin tətbiqi başladı, belə deyək də. Yəni ərzaq sapalağının ləğv olunmasından isə keçid yolunda ilk addım atıldı. Amma verginin tətbiqi ilə də artıq isə keçid tam başladı. Yaxşı, onda elə YIS dövründə, yəni məsələn düşərsə, yaxşı şeylər götürürük, mənfi şeylər götürürük. Yaxşı şeylər. Çünki YIS yeni iqtisadi siyasətdir və burada görürük ki, müsbət nəticələr olubdur. Amma nəyə fikir verək? Kommunizmdən çıxdıq, doğrudur. Amma burada bir sıra müvəffəqiyyətlər olur, düzdür. Amma nəyə fikir verək? Tutalım, yazsa ki, bu dövrdə azad ticarətə icazə verildi və yaxud da ki, bu dövrdə torpaqlar icarəyə verilirdi. Bu doğrudur yoxsa yanlış? Azad ticarət. Düz da verilmişdi axı. Amma indi yazsa, xarici ticarət azaddır. Doğrudur yoxsa yanlış? Yox, xarici ticarət azad deyildi. Yəni daxildə azadlıq vermişdi Burada ancaq fikir veririk nəyə? Ticarət məsələn, bizdə müasir respublikada da, ikinci respublikada da düzdür, ticarət azadlığı var. Amma daxildə. Xarici ticarət yoxdur. Xarici deyil. Hə, qızındır, o da oradan cavab verir, bax maşallah. Deməli, burada deyirik ki, elə xarici ticarət dövlət inhisarındadır. Və icarə məsələsində fikir verək. Xırda müəssisələr icarəyə verilir, amma iri sənaye müəssisələri dövlətin nəzarətində saxlanılırdı. Yəni düşər ki, birdən iri dövlət müəssisələri icarəyə verilirdi. Yox, iri ilə nə işi var? YIS-də iri dövlətin nəzarətindədir, xırda müəssisələr icarəyə verilirdi. Neft sənayesi yenidən quruldu, neft muxtası deyildi ki, yeni neft mədənlərlə əvəz olundu, elektrikləşmə, bunlar hamısı YIS dövründədir. YIS dövründən suallar gəlir. Konstitusiya, nə zaman Günəş biz SSR-in tərkibinə birbaşa daxil olduq? SSR deməli 1922-də daxil olduq da. Birbaşa daxil olduq deyirəm. Birbaşa. 22-də biz tək deyildik axı. 3 dövlət, bir dövlətlə birləşmişdi. Sağ ol. 36 yazar ki, 1936-cı ildə Azərbaycan SSR-inin qəbul olmuş 2-ci konstitusiyasına əsasən biz SSR-in tərkibinə birbaşa daxil olduq. Doğru yoxsa yanlış? Doğrudur, amma SSR-in konstitusiyası SSR-yə aid idi konstitusiya. Deməli, Azərbaycan SSR-nin konstitusiyasından deyirsə. 36-daydı da müəllim. Günəş 36 Azərbaycan SSR yoxsa SSR-nin konstitusiyasıdır? Eləcə SSR-nin idi, bəli. Azərbaycan SSR 37-də idi elə. Ay yaşa, bax ona fikir ver. Azərbaycan SSR mi deyir, eləcə SSR mi deyir? Və yaxud da yazar 1921-ci ildə SSR-nin qəbul olmuş konstitusiyasına əsasən söz, vicdan, azadlığı qəbul olunurdu. Doğru yoxsa yanlış? 1921 Azərbaycan SSR-nin düzdür. Yox, yazır ki, 1921-ci SSR-nin qəbul. 21-ci də SSR-nin qəbul olmuş konstitusiyasına əsasən. SSR-nin deyildi, Azərbaycan SSR-nin idi. Aha, və yaxud da yazar ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində işğal olundu və Azərbaycan SSR-nin tərkibinə daxil olundu. Yox.
Azərbaycanda deməli, çünki SSR 22-də yaradılacaq. Azərbaycanın Sovet Bəli. rejimi qurulur. Buna da fikir veririk. Qolçomaq məsələsi bayaq deyildi. Desək ki, Qolçomaq və Ortabab kəndli təsərrüfatının xüsusi çəkisi nəyin nəticəsində artmışdı? Elə YİS-dən sonra artmışdı deyə YİS-dən sonra, bilərik. bəli, 21-25 elə ona görə də başladılar YİS-dən imtina eləməyə. Neçənci sənayeləşmə xətti elan olundu? 25-dən sənayeləşdirmə xətti. Və neçənci ildə sənayeləşmə xüsusi komissiya yaradıldı? 26-daydı bu. Aha, doğrudur. Yaxşı. Desək ki, elə Bakı-Batum neft kəmərinin tikintisinə o başa çatdı. 1930-da. 30-da. Amma bu yeni Bakı-Batum neft kəməridir ha. Bir də bu təqvimlərə baxarsınız da, imtahandan qabaq bunun izahları da var. O çevirmə var. Çevirməni baxarsınız, düzdür. Amma hər ehtimala qarşı birdən imtahanda yadınızdan çıxar. Qolunuza mı, indi bunu mən deməyim nə qədər düzdür, səhvdir bilmirəm. Qolumuza mı, əlimizə mi bir yerə qeyd edərsiniz. Düşmür, düzdür. Artıq ən axırıncı 2021-də istifadə olunubdur. Sadəcə ehtiyat igidin yaraşığı da hər ehtimala qarşı, yəni proqramda var. Yəni düşmür. 2022 düşmür. Müəllimə deyəsən deməli bütün imtahanlarda iştirak ediblər. Ha. Deməli diqqət eləyək demək nəyə? Bütün yəni hər ehtimala qarşı əlimizdə qeyd eləyək, hər ehtimala ki, qoy bizdə olsun. Görək ki, birdən də orada tutalım getdik, qarşımıza çıxdı, yadımızdan çıxdı, ya da həyəcan bastı, səhv çevirdik. Hər ehtimala bir yerə qeyd eləyin, qolumuzda qoy dursun. Sonra bir də nəyə fikir verin? Bu üsyanlar məsələsinə fikir verin. 1830-cu ildə olan üsyanlar, 1930-cu ildə olan üsyanlar, 20-ci ildə olan üsyanlar. Günəş 20-ci ildə olan üsyanlara yaza bilərmi ki, kollektivləşmə əleyhinə üsyanlar idi? Yox, kollektivləşdirmə 29-dan başlayır. Aha, bəs onda deməli 20-ci ildə olan üsyanlar nəyə qarşı idi? Sovet hakimiyyətinə qarşı. Musa Bəyovun rəhbərliyi ilə nə zaman Savadla Mübarizə Komitəsi yaradıldı? 1923-də. Aha, bu Birinci Respublikaya aiddir, aid deyil. Yox, bu 2-ci Respublikaya aid, yəni Azərbaycan SSR-yə aid. Aha, bu şeyləri. Hə, bir də nəyə fikir verək? Yuxarıda yazır Birinci Respublika və ya da yazır AXC. Altda da yazır ki, məsəl üçün də 1923-cü ildə Savadla Mübarizə Komitəsi yaradılıbdır. Düzdür, 1923-də Savadla Mübarizə Komitəsi var. Amma sualda bizdən AXC soruşursa, biz onu götürməyə nə ixtiyarımız var? Deməli, fikir verək ki, sualda bizdən nəyi soruşur, biz cavablardan nəyi uyğunlaşdırmalıyıq? Birinci Ümumi İttifaq Türkoloji Qurultayı nə vaxt keçirilibdir? Səsiniz qırıldı deməli. Birinci Ümumi İttifaq Türkoloji Qurultayı nə vaxt keçirilibdir? 1926-da. Məqsəd nə idi? Məqsəd yaxşı şeylər olar, mən bilmirəm. Məqsəd nə olar? Yaxşı şeylərdir. Hə, əlifba məsələsini müzakirə eləmək. Demək, əlifba məsələsini müzakirə eləmək üçün keçirilir. Elə onda nə zaman görürük ki, Azərbaycan SSR-də ərəb əlifbasından latın əlifbasına keçildi? Ərəbdən latını 29-da ki, yoxsa 9-da doğrudur. Azərbaycanı öyrənən cəmiyyət nə vaxtdır? 23. 23-də. Arxeologiya komitəsi O da 23, onun da nəzdində AZDT yaradılırdı 26-da, yoxsa 29-da. 29-da. Aha, yaxşı. Koroğlu operasını tamaşaya qoymağa nə vaxtdır? 7-də qoyulur, 40-cı ildə də dövlət mükafatına layiq görülür. Yaxşı. Deyə bilərik ki, onda İkinci Dünya müharibəsi dövründə ilk Sovet İttifaqı qəhrəmanı, deməli yox. Birinci Dünya müharibəsi dövründə Petrogradın toplarla müdafiəsi kimə tapşırılmışdı? Birinci Dünya müharibəsində Petrograd, orada Azərbaycana bağlı bir şey yox idi axı, yəni. Niyə yox idi ki? Petrogradın toplarla müdafiəsi işi. Səməd bəy Mehmandarova O tam tapşırılmışdı. artilleriya generalı idi, amma Petrogradın toplarla müdafiəsi işi, artilleriyanın Allahı kimi adlandırırdılar? Ağa Şıxlinski. Əlağa Şıxlinski. Aha. Yaxşı. Onda deyə bilərikmi ki, İkinci Dünya müharibəsi dövründə ilk milli qəhrəmanımız İsrafil Məmmədovdur? İkinci müharibəsində İsrafil Məmmədov. Deyə bilərik, bəli. Bir də Həzaslanov var idi. İlk milli qəhrəmanımız da onda İsrafil Məmmədov. İkinci müharibəsində bəli də İsrafil Məmmədov. Sovet. Sovet. Sual. Deməli, milli qəhrəman adı nə vaxt təsis olunubdur? Bilmədim, müəllim. Demək mənə milli qəhrəman adı nə vaxt təsis olunubdur?
1992-ci il martın 25-i. Ay, sağ ol. Demək 92-dən təsis olunubdursa, biz 41-45-ci illərdə olan müharibədə milli qəhrəman adını işlədə bilərikmi? Sovet Sovet qəhrəmanı. İttifaqı qəhrəmanı. Ay, sağ ol. Elə onda İsrafil Məmmədov nəyə görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü? E, İkinci müharibəsində o neyləmişlər? Özünü planetin qabağına qoyan idi müəllim. Yox, Pustinka kəndində Stalingrad döyüşündə olmuşdu elə o. yox, Stalingrad yox, çaşdırırlar Günəş qızı, inanma. Deməli, Yox, ona baxmadım, onsuz da ümumiyyətlə ağlıma gəldi. aha, de onda. Deməli, Pustinka kəndində, Novgorodda, Moskvada vuruşmuşdu. İlk dəfə Sovet İttifaqı qəhrəmanından layiq görülmüşdü. Amma Stalingrad döyüşdən də vuruşan kim idi? Stalingrad Orada- döyüşü 1942 Stalingrad döyüşü. Deyik orada Yaqub kim? Fəzi Aslanov. Həzə Aslanov Onda deyil. Doğrudur. Elə Həzə Aslanov onda Sevinç Məmməd yaza bilərmi ki, Həzə Aslanov Stalingrad yaxınındakı döyüşlərə görə ikinci dəfə Sovet İttifaqı qəhrəmanından layiq görüldü. Xeyr müəllim, o Belarusiyanın işğaldan azad olunmasında. Ay sağ ol. Yəni Sovet birinci dəfə Stalingraddadır, amma ikinci dəfə o görür ki, Baltik Belarusiyanın azad olunmasına görə idi. Bəs Berlin uğrunda döyüşlərdə Reichstagın alınmasında gidinə görə fərqlənən kim olmuşdu? O Yusif Məmmədəliyev döyüldü. Yusif Yox, Sadıqov. Yusif Sadıqov. Sadıqov Məmməd Əliyev deyil. Məmməd Əliyev kim idi? Yusif Məmmədəliyev o 4-cü, 5-ci, 4-cü hökumətin başçısı. Yox. O da Yusif Məmməd Əliyev deyil. O da Məmməd deyil. Yusif Cəfərov. Alim. Deməli Məmməd Yusif Cəfərov var müəlliməm. Sonra 4-cü, 5-ci hökumətin başçısı kim idi? Yusif Cəfərov. Yox. Onun da Yusifi var. Onun da Yusifi var müəllim, amma Nəsib bəy Yusiflə- Yusif bəyli idi. O da Nəsib bəy Yusif bəyli idi. Yüksək oktanlı benzin deyiriksə, bu Yusif Məmməd Əliyevdir. İkinci Dünya müharibəsində. Ay, sağ olun. Sonra desək ki, mənim həm Pişəvəri, həm də Xiyabani hər ikisi də deyə bilərikmi ki, Demokratik Qacar tərkibində İrana, yəni Cənubi Azərbaycana muxtariyyət istəyibdi. Xeyr müəllim, Qacarlar 25-li devrilibdi. O dəfə səhv eləmişdim. Ay yaşın, ona fikir verək. Sonra məsəl üçün yazar ki, Nadir Şah Gəncə müqaviləsinə əsasən Azərbaycan torpaqlarından rusları qovdu. Doğru yoxsa yanlış? Yanlışdı Nadir xan. 36-dan sonra Nadir Şah. Nadir xan Kirmanşah müqaviləsini imzaladı. Doğru yoxsa yanlış? Xeyr, tanımır. Kirmanşahı tanımır, amma imzalayan biri ikinci Təhmasib idi. Ay, sağ olun, doğrudur. Yaxşı. Və yaxud da yazar ki, nə yazar? Yazar Bakı metropoliteninin istifadəyə verilməsi Heydər Əliyevin dövrünə aiddir. Doğru yoxsa yanlış? Xeyr, Heydər Əliyev 1969-dan gəlib 67-də olubdu. Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə konstitusiya qəbul olunub. Doğru yoxsa yanlış? Birinci rəhbərlik dövründə 78-də. Amma üçüncü konstitusiya olubdu da. Demək, konstitusiya qəbul olunubdumu? Demək, həm birinci Bəli. rəhbərliyi, həm də birinci prezidentlik dövründə konstitusiya qəbul olunubdu. Amma Bəli. rəhbərlik deyəndə demək biz nəyə baxmalıyıq? Rəhbərlik deyəndə Yəni birinci Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi deyirsən. Ümumiyyətlə demək neçənci il axtarır? 69-82-ci illər. MAQ-ın 69. yaradılmağında məqsəd nə idi? Bu əsas vəzifələrə milli kadrların yerləşdirilməsi. Textdə var idi. MAQ-ın yaradılmasına məqsəd SSR-də rəhbər vəzifələri Azərbaycanlıları yerləşdirmək. SSR-də yox mənim, Azərbaycanda. Ay yaşın. Və milli oyanışa xidmət eləmək, Respublika büdcə ayrımlarını yəni sırf Azərbaycandan idarə eləmək. Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimi nə vaxt keçirilibdi? 82-ci ilin əvvəlində 1900 Heydər Əliyevin dövründə birinci dəfə. Aha, yaza bilərmi ki onda həm deməli həm birinci respublika, həm ikinci respublika, həm də üçüncü respublikada konstitusiyaya əsasən hakimiyyətin mənbəyi xalqdır. Birdə, həm ikidə. Həm də üçdən konstitusiyaya əsasən hakimiyyətin mənbəyi xalqdır. Birincidə AXC-nin konstitusiyası olmayıb axı müəllim. O istiqlal etməyən. Demək fikir veririk ki, orada konstitusiya olmayıbdı. AXC-də ən çox düşən suallardan biri də
bu zəruri tələbat mallarının xarici göndərilməsinin qadağan olunması və yaxud da ki, milliləşdirmə ilə bağlıdır. Yaza bilərəm ki, AXC sosial-iqtisadi sahədə milliləşdirmə həyata keçiribdir. Xeyr, ancaq təhsildə məktəbləri milliləşdirib bu. Onda həm 2-ci Respublika, həm də 1-ci Respublika mədəni sahədə milliləşdirmə həyata keçiribdirsə, doğrudursa yanlış? Bəli. Bəli, doğrudur. Yaxşı. Deyə bilərəm ki, həm 1-ci Respublikada, həm də 2-ci Respublikada əlifba islahatı keçirmək üçün komissiya yaradılmışdı. Komissiya yaradılmışdı, amma birincidə yarımçıq qalır da bu işğalla əlaqədar. Amma komissiya işin- hər ikisində var deyə bilərik. Həm 1-ci, həm 2-ci, həm 3-cü Respublikada universitetlər, institutlar yaradılıb. Doğrudursa yanlış? Ali məktəb şəbəkəsi və yaxud da belə deyək. Bəli, müəllim. İçində də olub. 1800 deməli bir sual verim sizə. Yazar ki, 1847-ci il islahatına əsasən Azərbaycanda rəiyyətin malcəhət və bəhrə vergisi ödəməsi öz əksini tapmışdı. 1847-ci il islahatının vergi məsələsinə əsasən rəiyyət vergi ödəyirdi, malcəhət və bəhrə vergisi ödəyirdi. Doğrudursa yanlış? Müəllim, 1846-cı ildə bu rəiyyət, rəhbər, elatlar bunlar mülkədar tabeləsi adlandı. Buna görə də deyə bilmərik 47-yə. Ay yaxşı, doğrudur. Yaxşı, onda yazar ki, 1853-cü ildə deməli nə yazar? 1853-cü ildə Yelizavetpol quberniyasında yaşayan kəndlilər də digər kəndlər kimi bir yerdən, dövlət kəndləri bir yerdən başqa yerə köçmək hüququ qadağan olundu. Xeyr, müəllim, 53-cü ildə dövlət kəndlərin bir yerdən digər yerə köçməsi qadağan olunmuşdu. Sahibkar kəndlər köçə bilərdi. Amma yəni yazsa ki, Yelizavetpol quberniyasında dövlət kəndlərinin bir yerdən başqa yerə köçmək hüququ qadağan olunmuşdu. Quberniya, Aha. Yelizavetpol quberniyası 68-də axı. 1868. Yaxşı. Sonra yazar ki, məsəl üçün 1800 məsələn 70-ci il islahatına əsasən Dərbənd quberniyası, Yelizavetpol quberniyasında da elə kəndlilər torpağını satın alıb mülkiyyətinə keçirə bilərdi. Dərbənd quberniyası 1960-cı ildə mən bilən ləğv olunub Bakıya birləşdirmiş, Qapı Bakı. 1860-cı il doğrudur. Demək bu şeylərə də diqqət edirik. Quberniya mı deyir, dairə mi deyir? Və yaxud da yaza bilərmi ki, müəllim 1830-cu ildə Şuşa qəzasında məktəb açıldı. Xeyr, mənim qəza məktəbidir, amma qəzalar Azərbaycanda 1840-cı ildən, yəni inzibati ərazi bölgü kimi tətbiq olunur. Ay yaşayın. Yəni bu hiylələrə açıq olsaq, düşünürəm ki, vallah gedib orada yaza bilməyəcəyimiz elə bir sual olası deyil. Amma bircə dənə gözümüz açıq olsun. Yaxşı, yazar ki, müəllimə 90 Azərbaycan 3-cü Respublika, altdan da yazar. 3-cü Respublika 90-cı illərin 1-ci yarısı, 2-ci yarısı. Və 1-ci yarısında yazar ki, 3 rəngli ay ulduzu bayraq dövlət bayrağı kimi təsdiq olundu. Doğrudursa yanlış? Birinci yarısı müəllim. Azərbaycan Respublikası 1991-ci ilin fevralın 5-dən təsdiq olunur da 3 rəngli bayrağımız. İndi onda yazar ki, Azərbaycan 3-cü Respublika və onu biz aid eləyəcəyik, aid eləməyəcəyik. Bəli. Eləmirik müəllimə. Çünki o bir cümlə yazıb 18 oktyabr aktından. Orada yazır ki, Azərbaycanda 3-cü Respublika dövrü 18 oktyabrdan başlayır. Demək 18 oktyabrdan qabaq bu 91-in fevralında rəsmən Azərbaycan Respublikası adlandırılır. Amma sadəcə adlandırılıbdır da. Amma Azərbaycanda 3-cü Respublika dövrü dövlət müstəqilliyinin bərpa olunması konkret 18 oktyabrdır. Və bunda 3 rəngli bayrağı da fevralın 5-nə qəbul olunmasına Qəbul baxmayaraq olunur, doğrudur. Sadəcə olaraq müəllimə 3-cü Respublika dövrü anlayışı 91-in 18 oktyabrından sonradır. Aha. Sonra məsələn yazar 1066 Hastings döyüşünün iqtisadi nəticələrinə əsasən mərkəzləşmiş dövlətin əsası qoyuldu. Doğrudursa yanlış? iqtisadi yox, siyasi. Siyasi nəticələrinə əsasən mərkəzləşmə prosesi başa çatdı. Doğrudursa yanlış? Siyasi, yəni başa çatmayıb da axırı təməl qoyulur. Bəli, yəni bunlara da fikir verək. Başladı mı?
başa çatdımı? Yaxşı, onda deyə bilərikmi ki, elə deməli 1871 Frankfurt müqaviləsinə əsasən demək Fransa imperiyası Elzas və Lotaringiyanı Almaniya güzəştə getdi. Xeyr müəllim, 1871-də Fransada 3-cü respublika başlayır da, yəqin ki, respublikanın verdiyi. Hansı artıq imperiya 70-dən sona çatmışdı, buna fikir veririk. Və yaxud da yaza bilərəm ki, Viyana Konqresinin qərarlarına əsasən Fransa inqilabdan sonrakı sərhədlərinə qayıtdı. İnqilabdan sonrakı sərhədlərinə Viyana, bəli, 1814-cü ildə, 14-15-ci İnqilabdan illərdə bəli. sonrakı yoxsa əvvəlki? Əvvəlki. İnqilabdan əvvəlki sərhədlərinə buna da fikir veririk. Və yaxud da yazar ki, Almaniya imperiyası Kompiyen sazişini imzaladı. Doğrudur yoxsa yanlış? Xeyr, imperiya 9 noyabrda respublika olur. Ondan sonra yeni yaranmış hökumət imzalayır Pompeyeni. Üçün artıq orada imperiya ifadəsini işlədə bilmərik. Belə. Düşünürəm ki, nə bilim, təkrar elədik azdan çoxdan. İnşallah ki, faydası dəyər. Allahın köməyi ilə ki, gedib də orada yaxşı nəticələr göstərərsiniz.